Salam əziz abituriyentlər, izləyicilər, kanalımızda hər birinizi xoş gördük. Dostlar, bugün də yeni bir video ilə qarşınızdayıq. Düzbucaqlı üçbucaq, Pifaqor teoremi, düzbucaqlı üçbucağın tərəfləri və bucaqları arasındakı münasibətlər mövzusunun sualların izahına baxacağıq. Dostlar, gəlin başlayaq birinci sualdan. Deyir ki, uzunluğu 40 sm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını tapın. Gəlin belə eləyək. Uzunluğu 40 sm olan düz xətt parçasını çəkirik. Təsəvvür eləyək ki, bu 40 sm-ə bərabər olan belə bir düz xətt parçasıdır. Bizə deyir ki, hər hansısa bir düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Onda, baxın, belə bir düz xətt çəkirik. Aha. Deməli, 40 sm-ə bərabər olan düz xətt parçasının bu düz xəttlə arasında qalan bucaq 60 dərəcəyə bərabərdir və bizə deyir ki, bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını tapın. Dostlar, parçanın düz xətt üzərindəki proyeksiyasını tapmaq üçün parçadan düz xəttə perpendikulyar indiririk. Baxın, parçanın uc nöqtəsindən düz xəttə perpendikulyar indiririk. Aha. Və həmin perpendikulyarın düz xəttdən ayırdığı hissə, baxın, bu hissənin uzunluğu bizdə proyeksiya olacaq. İndi dostlar, düzbucaqlı üçbucağı almış oluruq və düzbucaqlı üçbucaqda bucaqlardan biri 60 dərəcədirsə, digər iti bucağa da 30 dərəcə düşür. Düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcəyə bərabər olmalıdır. Və qaydaya əsasən 30 dərəcə qarşısında dayanan katet hipotenuzun yarısıdır. Onda proyeksiyamız 40 sm-in yarısı, yəni olacaq 20 sm. Bu da deməli C variantıdır. Növbəti keçirik dostlar ikinci suala. İkinci sualda deyir ki, üçbucaqda A bərabərdir 12-yə. Bucaq alfamız 30 dərəcə. Bucaq bettamız 60 dərəcə və bizdən B-nin uzunluğunu istəyir. Dostlar, iti bucaqlara baxsaq, 60 ilə 30-un cəmi 90 dərəcədirsə, deməli bizim üçüncü bucağımız digər bucaqda 90 dərəcədir. Çünki üçbucağın deməli daxili bucaqları cəmi bizə 180 verməlidir. Digər tərəfdən düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Onda bizdə 30 dərəcənin qarşısındakı 12-dirsə, hipotenuzumuz 12-nin 2 qatı 24 olmalıdır. Və düzbucaqlı üçbucaqda belə bir qayda var ki, katetlərin kvadratı cəmi bərabərdir hipotenuzun kvadratına. Yəni A-nın kvadratı 12-nin kvadratı üstə gəl B-nin kvadratı bərabərdir, deməli 24-ün kvadratına. Buradan B kvadrat bərabərdir 24-ün kvadratından 12-nin kvadratını çıxıram. Bunu da 24 üstə gəl 12. Vurulsun 24 çıxılsın 12 kimi yaza bilərik. 24 12-nin cəmi 36, fərqi də 12 eləyir. Aldıq ki, B kvadrat 36 ilə 12-nin hasilidir. Hər tərəfdən kök alsam B bərabərdir. 36-dan kök alanda 6, 12-dən kök alanda 2 kök 3 alınır. Buradan da B bərabərdir. 6-nı 2 kök 3-ə vuranda alırıq 12 kök altda 3 qiyməti. Bu da deməli C variantıdır. Növbəti keçirik dostlar 3-cü suala. 3-cü sualda deyir ki, uzunluğu A-yə bərabər olan düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir və onlarla 60 dərəcəli bucaq əmələ gətirir. Paralel düz xəttlər arasındakı məsafəni tapın. Gəlin dostlar, 2 paralel düz xətt çəkək. Baxın, belə bir 2 paralel düz xəttimiz var. Bizə deyir ki, uzunluğu A-yə bərabər olan düz xətt parçasının uc nöqtələri bu paralel düz xəttlərin üzərindədir. Onda, baxın, uc nöqtələri paralel düz xəttlərin üzərində olan belə bir uzunluğu A-yə bərabər olan düz xətt parçası çəkirik. Və bizə deyir ki, paralel düz xəttlər arasında qalan məsafəni tapın. Dostlar, məsafəni istəyirsə, bu zaman, baxın, paralel düz xəttin birindən digərinə perpendikulyar çəkirik və bayaq demişdik ki, bizim uzunluğu A-yə bərabər olan düz xətt parçamız paralel düz xəttlərlə 60 dərəcəli bucaq əmələ gətirir. Onda baxın, bu bucağı da 60 dərəcə yazdıq və nəticədə baxın, belə bir düzbucaqlı üçbucaq almış oluruq. Düzbucaqlı üçbucaqda iti bucaqlardan biri 60-dırsa, digərinə 30 dərəcə düşür və qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Hipotenuzumuz A olduğuna görə 30 dərəcənin qarşı tərəfi olacaq A bölünsün 2, yəni A-nın yarısı qədər. Bu zaman məsafəni istəyirsə, 2 paralel düz xəttin arasında qalan məsafəni M ilə işarə eləsəm,
Pifaqor teoreminə əsasən katetlərin kvadratı cəmi bərabərdir bizdə hipotenuzun deməli kvadratına. Buradan m-in kvadratı bərabərdir a-nın kvadratından a bölü 2-nin mötərizə kvadratını çıxıram. Buradan da a-nın kvadrat çıxılsın 4-də a kvadrat. Bu da bərabərdir 4-də 3a kvadratına. Hər tərəfdən kök alsam m bərabərdir 4-də 3a kvadratından kök alanda kök 3 bölünsün 2a qalacaq. Deməli, məsafəmiz kök 3 bölünsün 2a qədərdir. Bu da Y variantı. Keçirik növbəti 4-cü suala. Dostlar, 4-cü sualda üçbucağın bucaqları 1-2-3 nisbətindədir. Onun kiçik tərəfi ilə böyük tərəfinin cəmi 7,2 cm olarsa, böyük tərəfini tapın. Dostlar, üçbucağın bucaqları 1-2-3 nisbətindədirsə, onda bucağın birini x desəm, digəri 2x, digəri də 3x olur. Və biz bilirik ki, bucaqların cəmi bizə 180 dərəcə verməlidir. Yəni, x, 2x, bir də 3x-i toplayanda 180 dərəcə alıram. Buradan 6x-imiz bərabərdir 180 dərəcəyə, x-imiz də bərabərdir 30 dərəcəyə. X 30-dursa, deməli bucağın biri 30-dur, digəri 2x idi. Yəni 30-un 2 qatı 60 dərəcə, digəri də 3x-dir, yəni 30-un 3 qatı, bu da 90 dərəcə. Dostlar, bucaqlardan birini 90 dərəcə aldıqsa, deməli söhbət düzbucaqlı üçbucaqdan gedir. Baxın, belə bir düzbucaqlı üçbucaq çəkirik və iti bucağın biri 30 dərəcə, digəri də 60 dərəcədir. Dostlar, biz bilirik ki, düzbucaqlı üçbucaqda əgər bucaqlardan biri 30 dərəcədirsə, 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Onda 30 dərəcə qarşısındakı tərəfə A desək, bu zaman hipotenuz 2A olur və belə bir halda digər katetə kök altı 3A düşür. Artıq bunu qayda şəklində yadda saxlaya bilərsiniz. Əgər bucaqlardan biri 30, digəri 60 dərəcədirsə, bu zaman katetin biri A, digəri kök 3A, hipotenuzumuz da 2A qədər olacaq. İndi dostlar, bizə deyir ki, onun kiçik tərəfi ilə böyük tərəfinin cəmi 7,2 cm-dir. Baxın, bu tərəflərdən ən kiçiyi A-dır, ən böyüyü 2A-dır və bunların cəmi 7,2 cm-dir. Buradan 3A-mız bərabərdir 7,2 cm-ə, A da bərabərdir 7,2-ni 3-ə böləndə 2,4 cm alıram. Bizdən böyük tərəfi, yəni 2A-nı istəyir. Bu zaman 2A-mız da bərabərdir. Deməli, 2-ni vururuq 2,4 cm-ə. Bu da bərabərdir 4,8 cm. Deməli, cavabımız B variantıdır. Növbəti keçirik dostlar 5-ci suala. 5-ci sualda deyir ki, bərabər yanlı üçbucağın oturacağı 8 cm, təpə bucağı isə 90 dərəcədir. Oturacağa endirilmiş hündürlüyü tapın. Gəlin baxaq. Baxın, belə bir bərabər yanlı üçbucaq çəkirik. Aha, bərabər yanlı üçbucaqda təpə bucağımız 90 dərəcədir. Yəni, bərabər yanlı olmaqla yanaşı, eyni zamanda düzbucaqlı üçbucaqdan söhbət gedir. Deyir ki, oturacaq 8-ə bərabərdir və deyir ki, oturacağa endirilmiş hündürlüyü tapın. Dostlar, oturacağa hündürlük endiririk. Aha, bərabər yanlıda, deməli, təpədən endirilmiş hündürlük eyni zamanda həm də median olur. Yəni, həm median, həm də tən böləndir. Bu zaman eyni zamanda mediandırsa 8 ilə 2 bərabər hissəyə 4-4 şəklində bölür və digər tərəfdən belə bir qaydamız var ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median böldüyü hissələrin uzunluğuna bərabərdir. Yəni, qarşı tərəfi 4-4 bölübsə, özü də elə 4 cm imiş. Bizə deyir ki, oturacağa endirilmiş hündürlüyü tapın. Biz də bunu 4 tapdıq. Deməli, cavabımız D variantıdır. Növbəti keçirik dostlar 6-cı suala. 6-cı sualda dostlar oxşar sual verilib. Deyir ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlük 6 cm-dir. Hipotenuzu tapın. Baxın, belə bir bərabər yanlı düzbucaqlı üçbucaq çəkirik. Aha, bərabər yanlı deyirsə, düzbucaqlı üçbucaqda katetlər bərabər sayılır. Bizə deyir ki, hipotenuza çəkilən hündürlük 6 cm-dir. Baxın, hipotenuza, deməli, düzbucaq təpəsindən hündürlük çəkirik. Bunun uzunluğu 6 cm-dir. Bizdən hipotenuzu istəyir. Dostlar, belə bir qaydamız var ki, bərabər yanlıda təpədən çəkilmiş hündürlük eyni zamanda həm də mediandır. Baxın, deməli, bərabər yanlıda təpədən hündürlük çəkmişiksə, bu eyni zamanda mediandır. Yəni, qarşı tərəfi 2 bərabər hissəyə bölür. Bundan əlavə belə bir qaydamız var ki,
düz bucaq təpəsindən çəkilən median böldüyü hissələrin uzunluğuna bərabərdir. Yəni hipotenuzu 2 bərabər hissəyə bölübsə, özü də bu hissələrin uzunluğuna bərabərdir. Onda dostlar, bu uzunluğa 6 demişiksə, böldüyü hissələr də 6 olacaq. Bu zaman hipotenuzun uzunluğu 6 bizə 12 verir. Deməli, cavabımız 12 olmalıdır. Bu da B variantı. Keçirik növbəti 7-ci suala. Dostlar, 7-ci sualda bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu 10 cm-dir. Düzbucaq təpəsindən çəkilən hündürlüyü tapın deyir. Yenə bərabər yanlı düzbucaqlı üçbucaq çəkirik. Aha, katetlərimiz bərabər olacaq. Deyir ki, hipotenuz 10 cm-dir. Aha, hipotenuzu 10 cm qiyməti yazırıq. Düzbucaq təpəsindən çəkilən hündürlüyü istəyir. Dostlar, qayda belədir ki, bərabər yanlıda təpədən çəkilən hündürlük eyni zamanda mediandır. Deməli, çəkdiyimiz bu hündürlük həm də median sayılır. H bərabərdir, M yaza bilərəm. Digər tərəfdən, düz bucaq təpəsindən median çəkdikdə hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabər olur. Yəni, hipotenuzu 2 bərabər hissəyə bölür, özü də bu hissələrin uzunluğuna bərabər olacaq. Hipotenuzumuz 10-dursa 2 bərabər hissəyə 5 bölünür, özü də bərabərdir 5-ə. Yəni, hündürlük bərabərdir median, o da bərabərdir 5 alırıq. Bizdən düzbucaq təpəsindən çəkilən hündürlük istəyirdi. Bu da 5, yəni D variantı. Keçirik növbəti 8-ci suala. Dostlar, 8-ci sualda deyir ki, X parçasının uzunluğunu tapın. Gəlin belə eləyək. Baxın, böyük düzbucaqlı üçbucağa baxsaz, düzbucaqlı üçbucağın sol tərəfi 1, yəni 2-dir. Hipotenuzumuz 3-dür, onda digər kateti axtarsaq, baxın, digər katete A yazıram. Buradan A-nı tapanda A bərabərdir kök altında hipotenuzun kvadratından çıxıram. Deməli, məlum katetin kvadratına. Bu da bərabərdir. 9-dan çıxırıq 4-ü bərabərdir kök altda 5-ə. Deməli, A-nı tapırıq ki, A bərabərdir kök altda 5. İndi balaca düzbucaqlı üçbucağa baxsaq, balaca düzbucaqlı üçbucağın katetləri 1-dən kök altda 5-dir. Hipotenuzu isə X-dir. Bu zaman hipotenuzu tapanda katetlərin kvadratları cəmini götürməliyik. Yəni, 1-in kvadratı ilə kök altda 5-in kvadratını götürməliyəm. Bu da bərabərdir. 1-in kvadratı 1-dir. Kök 5-in kvadratı 5-dir. Toplayanda alırıq kök altında 6 qiyməti. Bu da D variantı. Növbəti keçirik dostlar 9-cu suala. Gəlin baxaq. Aha. Deməli dostlar, 9-cu sualda oxşar qaydada həll olunacaq. Deyir ki, X parçasının uzunluğunu tapın. Birinci baxın, kiçik üçbucağa baxsaq, kiçik düzbucaqlı üçbucağa. Bu düzbucaqlı üçbucağın sol tərəfdəki kateti məlum deyil. Biz buna A desək, bu zaman düzbucaqlı üçbucağın qaydasına əsasən, yəni Pifaqor teoreminə əsasən, katetlərin kvadratı cəmi bizə hipotenuzun kvadratını verir. Onda A-nı tapanda hipotenuzun kvadratından deməli X-in kvadratını çıxıb kök almalıyam. Yəni, A bərabərdir kök altında. Deməli, 2-nin kvadratından çıxırıq X-in kvadratını. Buradan da alırıq ki, A bərabərdir kök altında 4 minus X kvadrat. Baxın, gətirib yaza bilərəm. A bərabərdir kök altında 4 minus X-in kvadratına. İndi dostlar, böyük düzbucaqlı üçbucağa baxsaq, böyük düzbucaqlı üçbucaq üçündə katetlərin kvadratı cəmi bərabərdir hipotenuzun kvadratı. Yenə bundan istifadə eləsək, bu zaman böyük düzbucaqlı üçbucağın sol tərəfi kök altında 4 minus X kvadratdır. Bunun kvadratı ilə oturacağı X plus 2-dir. X üstə gəl 2-nin mötərizə kvadratı bərabərdir hipotenuzumuzda 3-dür 3-ün kvadratı, yəni 9-a. Buradan 4 çıx X-in kvadratı. Deməli, kök 6 ilə kvadrat gedir. Elə 4 minus X-in kvadratı qalır. X plus 2-nin mötərizə kvadratı bizə X kvadrat üstə gəlsin 4X plus 4 verəcək. Bərabərdir 9-a. Mənfi X kvadratla müsbət X kvadratlar gedir. Nəticədə 4X üstə gəlsin 8 bərabərdir 9. 4X-in bərabərdir 1-ə, X-in də bərabərdir 4-də 1 alırıq. Deməli, X-in qiymətini bizdən soruşurdu. 4-də 1, bu da bərabərdir 0,25. Bu da olacaq B variantı. Növbətə keçirik dostlar 10-cu sual. Onda deyir ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən medianla hipotenuzun cəmi 39 kök altda 2 cm olarsa, hipotenuzun uzunluğunu tapın. Gəlin baxaq. Deməli, düzbucaqlı üçbucaq çəkirik. Aha, belə bir düzbucaqlı üçbucağımız var. Deyir, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən medianla, aha, hipotenuza median çəkdik. Median qarşı tərəfi 2 bərabər hissəyə bölür
və düzbucaqlı üçbucaqda medianın özü böldüyü hissələrin uzunluğuna bərabər olur və bizə deyir ki, medianla hipotenuzun cəmi 39/2-dir. İndi dostlar, medianın uzunluğuna m desək, böldüyü hissələr də özü qədər olacaq. Bu da m şəklində yazırıq. Bu zaman median m, hipotenuz özü 2m'dir. Medianla hipotenuzun cəmi bərabərdir bizdə 39/2-yə. Bizə deyir ki, hipotenuzun deməli uzunluğunu tapın. İndi dostlar, buradan 3m'imiz bərabərdir 39/2-yə. M də bərabərdir 39/2-ni 3-ə böləndə 13/2 alırıq. Bizdən hipotenuzun uzunluğunu istəyir. Bu da 2m qədərdir. Yəni 2-ni 13/2-yə vurduqda 26/2 alırıq. Bu da olacaq Y variantı. Növbətə keçirik dostlar 11-ci sual. 11-ci sualda oxşar qaydada həll olunacaq. Dostlar, 11-də deyir ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuza endirilən hündürlüklə hipotenuzun cəmi 24/3 sm olarsa, hipotenuzu tapın. Baxın, bu dəfə bərabər yanlı düzbucaqlı üçbucaq deyir. Bərabər yanlıdırsa, baxın, katetlərimiz deməli bərabər ölçüdə olacaq, qeyd edirik. Yer bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuza endirilən hündürlüklə hipotenuzun cəmi 24/3-dür. Deməli, hipotenuza hündürlük endiririk. Aha, hündürlük. Buraya yazırıq h. Və deyir ki, hündürlüklə hipotenuzun cəmi 24/3 sm-dir. Bizə deyir ki, hipotenuzu tapın. Dostlar, bərabər yanlıda təpədən çəkilən hündürlük eyni zamanda medianda həm də. Yəni, h-ın yerinə m-də yaza bilərik. Və düzbucaq təpəsindən çəkilən median hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabərdir. Yəni, median qarşı tərəfi 2 bərabər hissəyə bölür və düzbucaq təpəsindən çəkilibsə, deməli, həmin hissələrin uzunluğuna bərabər olur. Bu zaman, deməli, hündürlüyün uzunluğu median qədərdir və hipotenuz da 2m qədərdir. Toplayanda bərabərdir 24/3-ə. Buradan 3m'imiz bərabərdir 24/3. M də bərabərdir 8/3-ə. Bizdən hipotenuzun uzunluğunu istəyir. Bu da 2m qədərdir. Yəni 8/3-ü 2-yə vururam, alıram 16/3. Bu da olacaq B variantı. Keçirik növbəti dostlar 12-ci sual. 12-ci sualda deyir ki, katetləri 12 və 16 sm olan düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş medianın uzunluğunu tapın. Aha. Deməli dostlar, baxın, belə bir düzbucaqlı üçbucaq çəkirik. Bu düzbucaqlı üçbucaqda katetin biri 12 sm, digəri 16 sm-dir. İndi dostlar, bizə deyir ki, hipotenuza çəkilmiş medianın uzunluğunu tapın. Hipotenuza deməli median çəkirik. Aha. Bu medianın uzunluğunu istəyir. Dostlar, median dedik ki, qarşı tərəfi 2 bərabər hissəyə bölür və xüsusilə düzbucaq təpəsindən çəkilibsə, özü də həmin böldüyü hissələrin uzunluğuna bərabər olur. İndi dostlar, düzbucaqlı üçbucaqda hipotenuzu axtarsaq, bu zaman deməli, hipotenuzu axtarsaq, hipotenuzu S hərfi ilə işarə edirəm. S bərabərdir kök altında katetlərin kvadratı cəmi, yəni 12-nin kvadratından 16-nın kvadratı cəmi. Dostlar, 12-nin kvadratı 144, 16-nın kvadratı 256. Toplayanda 400 alırıq. 400-dən də kök olaraq alırıq 20 qiyməti. Deməli, hipotenuzumuz 20-dir. Median da bunu 2 bərabər hissəyə bölür, 10-10 şəklində bölür və median da həmin hissələrin uzunluğuna bərabər olur. Yəni, medianın uzunluğu da olacaq 10 sm. Bu da B variantıdır. Keçirik növbəti 13-cü suala. Dostlar, 13-cü sualda deyir ki, katetləri 15 və 20 sm olan düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş median uzunluğunu tapın. Gəlin belə eləyək. Baxın, belə bir düzbucaqlı üçbucağımız var. Aha, belə bir düzbucaqlı üçbucağımız var. Katetin biri 15, digəri 20-dir. Bizə deyir ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən, deməli, hipotenuzuna çəkilmiş medianın uzunluğunu istəyir. Hipotenuza median çəkirik, bu medianın uzunluğunu istəyir. Dostlar, qaydaya əsasən, düzbucaq təpəsindən hipotenuza median çəkdikdə, median qarşı tərəfi 2 bərabər hissəyə bölür, özü də bu hissələrin uzunluğuna bərabər olur. Deməli, hipotenuzda m şəklində 2 bərabər hissəyə bölündü. Digər tərəfdən, düzbucaqlı üçbucaqda hipotenuzu axtarsaq, Pifaqor teoreminə əsasən katetlərin kvadratları cəmindən kök almalıyıq. Yəni, 15-in kvadratı ilə 20-nin kvadratı toplayıram. Bərabərdir 225 ilə 400-ün cəmi 625-ə.
Bu da bərabərdir bizdə 625-dən kök alsaq 25 qiyməti. Yəni hipotenuzumuz 25-dir və median da bunu 2 bərabər hissəyə bölür. Olacaq 12,5, 12,5 şəklində. Bizdən medianın uzunluğunu istəyir. Bayaq dediyimiz kimi düzbucaq təpəsindən çəkilən median deməli hipotenuzun bölündüyü hissələrin uzunluğuna bərabərdir. Yəni bu da olacaq 12,5. Deməli cavabımız Y variantıdır. Keçirik növbəti 14-cü suala. Dostlar 14-də nə deyir? 14-də deyir ki, katetləri 5 və 12 olan düzbucaqlı üçbucağın perimetrini tapın. Baxın, belə bir düzbucaqlı üçbucaq çəkirik. Aha, düzbucaqlı üçbucağın katetləri bizdə 5 ilə 12-dir. Bu zaman hipotenuzu axtarsaq, S bərabərdir kök altında katetlərin kvadratı cəmi, 12-nin kvadratla 5-in kvadratı, bu da bərabərdir. 144 ilə 25 bizə 169 verir. Bundan da kök olaraq alırıq 13 qiyməti. Deməli, hipotenuzun qiyməti 13-dür. Bizdən üçbucağın perimetrini istəyirsə, yəni 3 tərəfi cəmləməliyəm. 12-ni 5-i, bir də 13-ü cəmləyirik. 12, 5, 17, 13 gələndə də alırıq 30. Deməli, perimetrimiz 30 santimetrə bərabərdir. Növbəti keçirik dostlar 15-ci sual. 15-ci sualda oxşar qaydadadır. Bizə yenə deyir ki, düzbucaqlı üçbucaqda deməli, katetlərimiz 8 ilə 15-dir. Deyir ki, düzbucaqlı üçbucağın perimetrini tapın. Onda dostlar, hipotenuz axtarsaq, hipotenuz kök altında katetlərin kvadratları cəmidir. Yəni 15-in kvadratla 8-in kvadratını toplayıram. Bu da bərabərdir kök altında. 225 ilə 64-ü toplasaq 289 edir. Bundan da kök alanda alırıq 17 qiyməti. Onda perimetri tapanda tərəfləri cəmləməliyəm. 15, 8 bir də 17-ni toplayırıq. 15, 8, 23, 17 də gələndə alırıq 40. Deməli, perimetrimiz 40 santimetrə bərabərdir. Növbəti keçirik dostlar 16-cı suala. 16-cı sualda deyir ki, düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyalarının uzunluqları 24 cm və 54 cm bərabərdir. Düzbucaq təpəsindən hipotenuza çəkilmiş hündürlüyü tapın. Deməli, düzbucaqlı üçbucaqda, baxın, belə bir düzbucaqlı üçbucaq çəkdik. Katetlərin hipotenuz üzərindəki proyeksiyalarının uzunluqları 24 və 54-dür. Dostlar, düzbucaq təpəsindən hipotenuza perpendikulyar çəkirik. Bu zaman həmin perpendikulyarın ayırdığı hissələr bizdə proyeksiyalar sayılır. Katetlərin hipotenuz üzərindəki proyeksiyaları sayılır. Bunlardan biri 24 cm-dir, digəri də 54 cm-ə bərabərdir. Deyir ki, düzbucaq təpəsindən hipotenuza çəkilmiş hündürlüyü. Baxın, bu hündürlüyün uzunluğunu istəyir. Dostlar, qayda belədir ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürlük çəksək, bu zaman hündürlüyün kvadratı bərabərdir proyeksiyaların hasili. Yəni 24 ilə 54-ün hasilinə. Bu zaman hündürlüyü tapsam 24-54 hasilindən kök almalıyam. Bu da bərabərdir. 24-ü dostlar yaza bilərik 4 vurulsun 6 şəklində. 54 yaza bilərik 6 vurulsun 9 şəklində. 6-nın kvadratından 6 çıxır. 4-dən 2, 9-dan da 3 çıxır. Bu da bərabərdir. 6, 2-nin 12, 3-ə də vuranda 36. Deməli, hündürlüyün uzunluğu 36 cm bərabər imiş. Bu da A variantı. Keçirik növbəti 17-ci suala. Dostlar, 17-ci sualda deyir ki, yenə oxşar sualdır. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyaların uzunluğu 12 və 48 cm bərabərdir. Gəlin elə oxuya-oxuya şəkli çəkək. Baxın, belə bir düzbucaqlı üçbucağımız var. Düzbucaq təpəsindən qarşı tərəfə perpendikulyar çəkirik, yəni hündürlük çəkirik. Bu zaman deyir ki, düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyaları 12 və 48-dir. Proyeksiyanın biri 12 cm, digəri olacaq bizdə 48 cm. Aha, bunu da qeyd elədik. Düzbucaq təpəsindən hipotenuza çəkilmiş hündürlüyü istəyir. Baxın, bu qeyd elədiyimiz haşı istəyir bizdən. Qaydaya əsasən düzbucaq təpəsindən hipotenuza hündürlük çəkdikdə, hündürlüyün kvadratı bərabərdir proyeksiyaların hasilinə. Yəni 48 vurulsun 12-yə. Buradan hündürlüyü axtarsam 48 vurulsun 12 hasilindən kök almalıyam. Bu da h bərabərdir kök altında 48-i 4 vurulsun 12 kimi. Bir dənə də 12-miz var. Belə yaza bilərik. Buradan da h bərabərdir. 4-dən kök alanda 2 çıxır. 12-nin kvadratından da 12. Bu da bərabərdir 24-ə.
Deməli, hündürlüyün qiyməti 24 santimetrə bərabər imiş. Növbəti keçirik dostlar. 18-ci sual. 18-ci sualda nə deyir? 18-də deyir ki, düzbucaqlı üçbucağın katetlərinin hipotez üzərindəki proyeksiyaları 16 və 36 santimetrə bərabərdir. Düzbucaq təpəsindən hipotezə çəkilmiş hündürlüyü tapın. Gəlin yazaq. Deməli, düzbucaqlı üçbucağımız düzbucaq təpəsindən hipotezə bir dənə hündürlük çəkirik. Aha, hündürlüyümüz bu bizim H hündürlüyü. Deyir ki, katetlərin hipotez üzərindəki proyeksiyaları 16 və 36-dır. Deməli, bunun biri 16 cm, digəri də 36 cm-dir. Bizə deyir ki, düzbucaq təpəsindən hipotezə çəkilmiş hündürlük tapın. Dostlar, qaydaya əsasən H-ın kvadratı bərabərdir proyeksiyaların hasili, yəni 36 vurulsun 16. Onda buradan H-ı tapsam, 36 vurulsun 16 hasilindən kök almalıyam. Buradan da H bərabərdir. 36-dan kök alanda 6 çıxır, 16-dan da 4. 6 4-ündə bərabər olacaq 24 cm. Deməli, bu da Y variantıdır. Keçirik növbəti 19-cu suala. Dostlar, 19-cu sualda deyir ki, düzbucaqlı üçbucağın katetlərinin hipotez üzərindəki proyeksiyaların uzunluğu 18 və 72 cm bərabərdir. Düzbucaq təpəsindən hipotezə çəkilmiş hündürlüyü tapın. Baxın, yenə oxşar sual verilib bizə. Gəlin yazaq. Bu bizim düzbucaqlı üçbucağımız. Deyir ki, düzbucaq təpəsindən hipotezə hündürlük çəkirik. Aha, hündürlük çəkdik. Bu zaman hipotezun böldüyü hissələr, yəni bölündüyü hissələr bizdə proyeksiyalar sayılır. Bu proyeksiyalardan biri 18 cm, digəri də 72 cm-ə bərabərdir. Düzbucaq təpəsindən hipotezə çəkilmiş, baxın, bu hündürlüyün uzunluğunu istəyir. Qaydaya əsasən dedik ki, hündürlüyün kvadratı bərabərdir proyeksiyaların hasili, yəni 72 vurulsun 18. Buradan hündürlüyü tapsam, 72 vurulsun 18 hasilindən kök almalıyam. Bu da bərabərdir. 72-ni yaza bilərik. 4 vurulsun 18 şəklində. Bir dənə də 18-imiz var. 4-dən kök alanda 2 çıxır. 18-in kvadratından da 18. 2-ni də 18-ə vuranda alırıq 36 qiyməti. Deməli, cavabımız 36 cm-dir. Bu da B variantı. Keçirik növbəti 20-ci suala. Dostlar, 20-ci sualda nə deyir? Düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tən bölən qarşı tərəflə 70 dərəcəli bucağı əmələ gətirir. Üçbucağın böyük iti bucağını tapın. Gəlin şəkli çəkək. Baxın, belə bir düzbucaqlı üçbucağımız var. Bizə deyir ki, düzbucaqlı üçbucaqda iti bucaq təpəsindən çəkilən tən bölən, baxın, iti bucağın təpəsindən belə bir tən bölən çəkirik. Bucağı 2 bərabər hissəyə bölsün. Deyir ki, qarşı tərəflə 70 dərəcəli bucaq əmələ gətirir. Deməli, qarşı tərəflə əmələ gətirdiyi iti bucağa biz 70 dərəcə yazırıq. Deyir ki, üçbucağın böyük iti bucağını tapın. İndi dostlar, biz burada kiçik düzbucaqlı üçbucaq aldıq. Kiçik düzbucaqlı üçbucağa baxsaq, bu düzbucaqlı üçbucağın iti bucağının biri 70-dirsə, digərinə də 20 düşəcək. Çünki iti bucaqların cəmi 90 olmalıdır. Digər tərəfdən çəkdiyimiz düz xətt tən böləndir. Tən bölən bucağı 2 bərabər hissəyə bölür. Onda bu bucaqlardan biri 20-dirsə, digəri də 20 olacaq. Bu zaman alırıq ki, bizim təpədə olan iti bucağımız 20-20-40 dərəcədir. Bu 40 dərəcədirsə, onda digərinə də bir-birini 90-a tamamlamalıdır, qalır 50 dərəcə. 40 ilə 50-nin cəmi 90 eləyir. Onda dostlar, bizdən soruşur ki, üçbucağın böyük iti bucağını tapın. İti bucaqlardan biri 40, digəri 50-dir. Böyük olanı olacaq 50, yəni Y variantı. Keçirik növbəti 21-ci sual. Dostlar, 21-də düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tən böləni qarşı tərəflə 80 dərəcəli bucaq əmələ gətirir. Deyir ki, üçbucağın, deməli, böyük iti bucağını tapın. Deməli, baxın, bu bizim düzbucaqlı üçbucağımız. İti bucaq təpəsindən çəkilən tən bölən, baxın, tən bölən bucağı 2 bərabər hissəyə böldü. Qarşı tərəflə 80 dərəcəli bucaq əmələ gətirir. İti bucağı gətirib 80 dərəcə yazırıq. Bizə deyir ki, üçbucağın böyük iti bucağını tapın. İndi dostlar, alınan kiçik düzbucaqlı üçbucağa baxsaq, iti bucağın biri 80-dirsə, deməli, digərinə 10 dərəcə düşəcək. Çünki iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Və tən bölən olduğundan təpədəki bucağı 2 bərabər hissəyə bölüb, bunun biri 10-dursa, digəri də 10 dərəcədir. Və 10-10-20 dərəcə edir. Təpədəki bucaq 20-dirsə, digər iti bucağa da qalır 70 dərəcə.
iti bucaqların cəmi 90 dərəcəyə bərabər olmalıdır. Buradan deyə bilərik. İndi dostlar, iti bucağın birini 20, digərini 70 aldıq. Bizdən böyük olanı istəyir. Bu da 70C variantı. Növbətə keçirik dostlar. 22-ci sual. 22-də deyir ki, düzbucaqlı üçbucaqda hiptonza çəkilmiş hündürlük 1 sm-ə, katetlərdən birisi 2 sm-ə bərabərdir. Bu üçbucağın iti bucaqlarını tapın. Gəlin baxaq. Deməli 22. Belə bir düzbucaqlı üçbucağımız var. Deyir ki, düzbucaqlı üçbucaqda hiptonza çəkilmiş hündürlük deməli 1 sm-ə bərabərdir. Deməli, h-ın qiyməti bizdə 1 sm-dir. Katetlərdən biri 2 sm-dir. Katetlərdən biri 2 sm-dir və bu üçbucağın iti bucaqlarını istəyir. İndi dostlar, biz hündürlüyü çəkəndə düzbucaqlı üçbucağın daxilində yenə düzbucaqlı üçbucaq almış oluruq. Və düzbucaqlı üçbucaqda tərəfin biri hiptonzun yarısı qədədirsə, deməli burada bucaqlardan biri 30 dərəcə olub. Çünki qaydaya əsasən 30 dərəcə qarşısında dayanan katet hiptonzun yarısıdır. Deməli, baxın, təpədəki bucaq 30 dərəcə imiş ki, bunun qarşısındakı katet 1 sm-dir, hiptonzu 2 sm-dir. Yəni 30 dərəcə qarşısındakı hiptonzun yarısı qədərdir. İndi dostlar, düzbucaqlı üçbucağın bucaqlarının birini 30 tapdıqsa, digər bucağımız da 90-ı tamamlamaq üçün olmalıdır 60 dərəcə. Bizə deyir ki, bu üçbucağın iti bucaqlarını tapın, 30 ilə 60 olacaq A variantı. Növbətə keçirik dostlar. 23-cü sual. Gəlin baxaq. 23-də nə deyir? 23-də deyir ki, düzbucaqlı üçbucaqda hiptonza çəkilmiş hündürlük 3 sm, katetlərdən biri 6 sm olarsa, bu üçbucağın iti bucaqlarını tapın. Gəlin baxaq. Baxın, bu bizim düzbucaqlı üçbucaq. Hiptonza hündürlük çəkirik. Hündürlük 3 sm. Katetlərdən biri 6 sm. Aha. İndi dostlar, katet deməli hiptonzun, burada baxın, bir dənə də düzbucaqlı üçbucaq almışıq. Bu düzbucaqlı üçbucaqda deməli bizim katetimiz hiptonzun yarısı qədərdir. Onda deməli 3 sm-ə bərabər olan katet hiptonzun 30 dərəcənin qarşısına dayanıb. Qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hiptonzun yarısı idi. Deməli 3 sm 30 dərəcə qarşısına dayanıb ki, hiptonzun yarısı qədərdir. Və düzbucaqlı üçbucaqda iti bucaqlardan biri 30 dərəcədirsə, onda digər iti bucaqda 60 dərəcə olmalıdır ki, iti bucaqların cəmi 90-a bərabər olsun. Bizdən deməli iti bucaqların qiymətini istəyir. 30 ilə 60, bu da C variantı. Keçirik növbət 24-cü suala. Gəlin baxaq. Dostlar, 24-də deyir ki, üçbucağın bucaqlarının nisbəti 1-2-3 şəklindədir. Böyük tərəfin uzunluğu 8 sm-dir. Böyük tərəfə çəkilmiş medianla kiçik tərəfin uzunluqları cəmini tapın. Gəlin belə eləyək. Deməli, üçbucağın bucaqları nisbəti 1-2-3-dürsə, yəni biri x, digəri 2x, digəri də 3x şəklində yazıla bilər. Bu zaman üçbucağın daxili bucaqları cəmi bərabərdir bizdə 180 dərəcəyə. Nəticədə 6x-in bərabərdir 180 dərəcə və x-in də bərabərdir 30 dərəcə. İndi dostlar, x 30 dərəcədirsə, 2x-imiz 30-un 2 qatı 60 dərəcə olacaq. 3x-imiz də 30-un 3 qatı 90 dərəcə olacaq. Nəticədə alırıq ki, bizim üçbucağımız deməli düzbucaqlı üçbucağıymış. Və dostlar, düzbucaqlı üçbucağın bucaqlarından birini 30 verib, digərində 60 dərəcə verib. Bizə deyir ki, böyük tərəfin uzunluğu 8 sm-dir. Bizə bilir ki, böyük tərəf hipotenuzdur. Deməli, hipotenuzun uzunluğu 8 sm-dir. Və qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Yəni, bizim bu katetimiz 4 olacaq. Və digər katetdə, deməli, baxın, buna da A yazsam, A bərabərdir kök altında hipotenuzun kvadratından digər katetin kvadratını çıxırıq. Bu da 64-dən 16 çıxanda 48. Bu da, deməli, 48-i 16 vurur 3 kimi baxsaq 4 kök altı 3-ü verəcək. Deməli, digəri də 4 kök altı 3-üymüş. Bizdən nə istəyir? Deyir, böyük tərəfə çəkilmiş medianla kiçik tərəfin uzunluğu cəmini tapan. Böyük tərəfə median çəksək, baxın, böyük tərəf, yəni hipotenuza median çəkirik. Hipotenuza düz bucaq təpəsindən median çəkdikdə, median deməli hipotenuzun bölündüyü hissələrin uzunluğuna bərabər olur. Biz bilirik ki, median qarşı tərəfi 2 bərabər hissəyə bölür. Yəni 8-i 2 bərabər hissəyə 4-4 şəklində böləcək. Özü də bu hissələrin uzunluğuna bərabər olur. Özü də 4-dür.
Deməli, böyük tərəfə çəkilmiş medianla kiçik tərəfin uzunluğu cəmini istəyir. Median 4-dür və üçbucağın tərəflərindən ən kiçiyi də 4-dür. Bu da bərabərdir 8-ə. Deməli, cavabımız D variantıdır. Keçirik növbəti 25-ci sual. Dostlar, 25-də nə deyir? Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri 30 dərəcə. Ona bitişik katet 3 cm-dir. Hipotenuza çəkilmiş median uzunluğunu tapın. Gəlin baxaq. Deməli, bu bizim düzbucaqlı üçbucaq. Deyir ki, iti bucaqlarından biri 30 dərəcə. Aha, gətirdim 30 yazdım. Və deyir ki, ona bitişik katet 3 cm-dir. 30 dərəcəyə bitişik olan katete 3 cm yazdıq. Və dostlar, hipotenuza çəkilmiş medianın, baxın bu medianın məndən uzunluğunu istəyir. İndi dostlar, qaydaya əsasən biz bilirik ki, 30 dərəcə qarşısında dayanan katet hipotenuzun yarısı qədərdir. Yəni, qaydaya əsasən bunu hələlik qoyuram bir kənara. Birinci addımda düz bucaq təpəsindən median çəkdikdə, median hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabərdir. Median qarşı tərəfi 2 bərabər hissəyə bölür, özü də bu hissələrin uzunluğuna bərabər olur. Onda hipotenuzumuz 2 dənə m-ə bölünüb, yəni hipotenuz 2m qədərdir. Digər tərəfdən bayaq dediyimiz cümləyə qayıdıram. 30 dərəcə qarşısında dayanan katet hipotenuzun yarısı qədərdir. Deməli 30 dərəcənin qarşısı da 2m-in yarısı, yəni m qədər olacaq. İndi dostlar, bizə nə deyir? Deyir ki, hipotenuza çəkilmiş medianın uzunluğunu tapın. Dostlar, Pifaqordan istifadə eləsək, katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni 3-ün kvadratla m-in kvadratı bərabərdir 2m-in mötərizli kvadratına. Buradan 9 plus m kvadrat bərabərdir 4m kvadrat. 3m kvadrat bərabərdir 9-a. M kvadrat bərabərdir 3-ə. M də bərabərdir kök altı 3 alırıq. Bizdən nəyi soruşurdu? Median uzunluğu. Bu da olacaq kök altda 3, yəni A variantı. Keçirik növbəti 26-cı sual. Dostlar, 26-da nə deyir? 26-da deyir ki, düzbucaqlı üçbucağın iti bucağı 75 dərəcəyə bərabərdir. Bu üçbucağın düz bucaq təpəsindən çəkilmiş hündürlüyü və medianı arasındakı bucağı tapın. Baxın, düzbucaqlı üçbucaq çəkirik. Aha, düzbucaqlı üçbucaqda deyir ki, iti bucağın biri 75 dərəcədir. Onda avtomatik deyə bilərik ki, digər iti bucağımız 90-dan 75-i çıxanda qalır 15 dərəcə. Bizə deyir ki, düz bucaq təpəsindən çəkilmiş hündürlük, hündürlük, bir də median arasında qalan bucağı tapın. Bir də median arasında qalan bucağı tapın. Dostlar, bunun qaydası belədir ki, düz bucaq təpəsindən çəkilmiş median və hündürlük arasında qalan bucaq alfa bərabərdir. Üçbucağın iti bucaqlarından böyükdən sadəcə kiçiyi çıxmalıyıq. Yəni 75 çıxılsın 15, bu da bərabərdir 60 dərəcəyə. Deməli, cavabımız olacaq bizim A variantı. Bunu əslində qaydalıda həll edə bilərik. Belə deyək, bu bizim düsturla, yəni hazır düsturla həll qaydamızdır. Biz bunu əslində göstərib də, yəni isbat edib də həll edə bilərik. Baxın, düz bucaq təpəsindən hündürlük çəkdiksə, bu zaman, deməli, baxın, bu bucağımız 90 dərəcə. Bucağın biri 75-dirsə, bu aşağıda qalan bucağa qalacaq. 90-dan 75-in çıxanda 15 dərəcə. Digər tərəfdən söhbət mediandan gedir. Biz bilirik ki, düz bucaq təpəsindən median çəkdikdə hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabər olur medianda. Bu zaman alırıq ki, baxın, yuxarıdakı bu üçbucaq, işarə edək, baxın, bu üçbucağımız bərabər yanlı üçbucaqdır. Çünki iki tərəfi m qədərdir. Bərabər yanlıdırsa, bu bucaq 15 olanda, baxın, bu aşağıdakı da 15 olacaq. Burada 15 yazırıq. Bundan əlavə, bizim təpə bucağımız, baxın, bu bucaq 90 dərəcədir. 15-15 30 eləyir. 90-dan da 30-un çıxanda ortadakı bucağa 60 dərəcə qalır. Yəni, buradan da alfanın 60 olduğunu tapa bilirik. Amma bunu bu qədər uzun getməyə ehtiyac yoxdur. Sadəcə qayda şəklində yadda saxlaya bilərsiniz ki, düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən hündürlük və median çəkdikdə, onlar arasında qalan bucaq iti bucaqların fərqinin moduluna bərabərdir. Və yaxud da böyük iti bucaqdan kiçik iti bucağı çıxıb, yəni həmin qiyməti götürə bilərik. Növbəti keçirik dostlar 27-ci suala. 27-ci sualda oxşar suallardan biridir. Deyir ki, düzbucaqlı üçbucağın iti bucağı 75 dərəcəyə bərabərdir. Bu üçbucağın düz bucaq təpəsindən çəkilmiş tənbölən və medianı arasındakı bucağı tapın. Deməli, baxın, iti bucaqlarından biri 75-dir.
Onda digər iti bucağımız 90-dan 75 çıxdıqda 15 dərəcə qalacaq və tənbölən və median arasında qalan bucağı istəyirsə, alfa bərabərdir. Bu zaman böyükdən kiçik çıxıb bölməliyik 2-yə. Bunun da qaydası bu şəkildədir. 75-dən 15-i çıxıb bölürük 2-yə. 75-dən 15-i çıxanda 60 qalır. 2-yə böləndə də alırıq 30 dərəcə. Baxın, bunu isbatla da göstərə bilərik. Düzbucaqlı üçbucaqda deməli tənbölənlə median arasındakı bucağı istəyir. Baxın, bu bizim medianımız. Aha, bu da olsun deməli tənbölənimiz. İndi dostlar, median bilir ki, düzbucaq təpəsindən median çəkdikdə bu zaman median deməli hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabər olur. Onda bu zaman bərabər yanlı üçbucaqları alırıq. Baxın, bu üçbucağa bərabər yanlı kimi baxsaq, yəni tərəflərindən ikisi bərabərdir. Bu zaman təpədəki bucaq 15-dirsə, bizim bu bucağımızda 15 dərəcə olacaq. Gətirib burada 15 yazırıq. Baxın, bu bucağı da 15 yazırıq. Bundan sonra digər tərəfdən, dostlar, tənböləndən söhbət gedirsə, 90 dərəcəni 2 bərabər hissəyə bölür, 45-45 şəklində. Onda bu hissə 45 dərəcədir. Onda burada 45 olmalıdır. Baxın, işarə elədiyimiz hissə. Bu 45-in yuxarı tərəfi 15-dirsə, 45-dən 15-in çıxanda orta hissəyə də 30 dərəcə qalır. Deməli, bu da bunun isbatla həll edilmə forması. Deməli, hər halda cavabımızı 30 aldıq. Keçirik növbəti 28-ə. Dostlar, 28-də deyir ki, katetləri A bərabərdir 9, B bərabərdir 12 olan düzbucaqlı üçbucaqda A katetinin hipotenuz üzərindəki proyeksiyasını tapın. Baxın, belə bir düzbucaqlı üçbucaq çəkirik. Bu düzbucaqlı üçbucaqda katetin biri A, digəri B-dir. A-mız bərabərdir 9-a, B-miz bərabərdir 12-yə və bizə deyir ki, A katetinin hipotenuz üzərindəki proyeksiyası. Dostlar, proyeksiyadan söhbət gedirsə, düzbucaq təpəsindən hipotenuza hündürlük çəkməliyik. Baxın, belə bir hündürlüyümüz çəkirik və baxın, hipotenuzun deməli bölündüyü hissələri n-lə işarə edirik və qaydaya əsasən A-nın kvadratı bərabərdir. Deməli, m vurulsun, yəni proyeksiya vurulsun, hipotenuzun uzunluğuna da S deyə bilərik, hipotenuz. İndi dostlar, buradan hipotenuzun uzunluğunu axtarsaq, S bərabərdir kök altında katetlərin kvadratı cəmi, yəni 12-nin kvadratla 9-un kvadratını toplayıram. Bu da 144 ilə 81-in cəmi bərabərdir 225, bundan da 15 çıxır. Deməli, hipotenuzumuz 15-ə bərabərdir. Gətirib düsturda yerinə yazsaq, A-mız 9-dur. 9-un kvadratı bərabərdir. M vurulsun 15. Buradan M-i tapanda 9-un kvadratı, yəni 81-i bölürəm 15-ə. Bu da 3-ə ixtisar gedəndə qalır 5-də 27. Bu da bərabərdir bizdə 5,4-ə. Deməli, cavabımız A variantıdır. Növbəti keçirik dostlar. 29-cu sual. Gəlin baxaq. Dostlar, 29-da da oxşar sual verilib. Eyni qaydada həll eləyəcək. Deyir ki, yenə düzbucaqlı üçbucaq çəkirəm. Düzbucaqlı üçbucaqda katetlərin biri 12. Baxın, A-mız bərabərdir 12-yə. B-miz bərabərdir 16-ya. Bizə deyir ki, düzbucaqlı üçbucaqda B katetinin hipotenuz üzərindəki proyeksiyası. B-nin proyeksiyasını tapmaq üçün düzbucaq təpəsindən deməli perpendikulyar endiririk. Aha. Bu zaman perpendikulyar deməli hipotenuzu 2 hissəyə bölür. M şəklində 2 hissəyə bölür. M deməli B katetinin proyeksiyasıdır. N isə A katetinin proyeksiyasıdır. Və dostlar, qaydaya əsasən B-nin kvadratı bərabərdir bizdə. Deməli, proyeksiyası ilə hipotenuzun hasili. Hipotenuza da S deyirik. İndi dostlar, hipotenuzun uzunluğunu tapmaq üçün Pifaqor teoremindən istifadə edirik. S bərabərdir kök altında 12-nin kvadratı ilə 16-nın kvadratı cəmi. Bu da 144 ilə 256-nın cəmi bərabər olacaq. Kök altda 400-ə. Bundan da deməli 20 qiyməti çıxır. Gətirib yerinə yazsaq, B-miz 16-dır. 16-nın kvadratı bərabərdir. M vurulsun 20-yə. Buradan M bərabərdir. 16-nın kvadratı 256 edir. Bunu bölürəm 20-yə. Bu da 2 ixtisar getsə qalır 10-da 128. M də bərabərdir. 128-i 10-a böləndə 12 tam 10-da 8-ə. 12 tam 10-da 8.
Deməli, bu da olacaq B variantı. Keçirik növbəti 30-cu suala. Dostlar, 30-da nə deyir? Deyir ki, ABC üçbucağında AB bərabərdir BC. Gəlin belə bir üçbucaq çəkək. Bərabər yanlı üçbucaqdan söhbət gedir. ABC üçbucağında deməli AB-miz BC-yə bərabərdir. Aha, qeyd elədik. Deyir ki, D nöqtəsi AB-nin, Y nöqtəsi isə BC-nin üzərindədir. Baxın, AB-nin üzərində D nöqtəsi götürürəm. Y nöqtəsini isə BC-nin üzərində götürürəm. Və bizə deyir ki, YD düz xətti AB-yə perpendikulyardır. Deməli, YD düz xəttimiz perpendikulyardır AB-yə. Digər tərəfdən dostlar, bunu biraz daha sərgəli çəksəm yaxşı olar. Aha, deməli, D nöqtəsini biraz orta tərəflik götürək. D nöqtəsi buradadır. Y nöqtəsini də burada götürək. Deməli, dostlar, deyir ki, DY düz xətti AB-yə perpendikulyardır. Digər tərəfdən AD-miz DB-yə bərabərdir. Baxın, buna görə yerini dəyişdim. AD-miz bərabərdir BD-yə. Və bizə deyir ki, perimetr AYC-miz 32-dir. Dostlar, götürüb bir dənə də A-dan Y-yə düz xətt çəkirəm. Aha, bizə deyir ki, perimetr AYC bərabərdir bizdə 32 santimetrə. AC-miz 14 santimetr olarsa, BC-nin uzunluğunu deyir ki, tapın. Bir də dostlar, biz bayaq dedik ki, YD AB-yə perpendikulyardır. Onda baxın, bu bucağa 90 dərəcə işarə eləyə bilərik. Bundan əlavə, burada alırıq ki, AYB üçbucağında YD perpendikulyardır, yəni YD hündürlükdür. Eyni zamanda YD AB-ni 2 bərabər C bölübsə, deməli AYB üçbucağı da bərabər yanlı üçbucaqdır. Yəni, bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük eyni zamanda mediana bərabər idi. Buradan alırıq ki, BY-miz AY-yə bərabərdir. Onda mən BY gətirib X yazsam, AY də olacaq X qədər. Aha, AY də X qədər olacaq. Digər tərəfdən YC gətirib Y qiyməti yazsaq, bu zaman BC-nin uzunluğu X ilə Y-in cəmi qədərdir. X ilə Y-in cəmi qədərdir. Və şərtə əsasən AB ilə BC bərabər idi. Yəni, BC X plus Y-dirsə, onda AB də X üstə gəlinsin Y qədərdir. İndi dostlar, perimetr AYC 32 idi. Yəni, AYC X üstə gəlinsin Y plus 14-ümüz bərabərdir 32-yə. Bizə deyir ki, BC-nin uzunluğu nəyə bərabərdir? Bunu tapın. Dostlar, BC-miz bilirik ki, bərabərdir. X ilə Y-in cəmi qədər. X, Y cəmini də tapmaq üçün, baxın, bu ifadədən deməli, 32-dən 14-ün çıxanda qalacaq 18. Deməli, X, Y cəmimiz 18 imiş. Buradan da alırıq ki, BC-miz X, Y cəmi, yəni 18-ə bərabərdir. Bu da deməli D variantıdır. Keçirik növbəti 31-ci sual. Dostlar, 31-də nə deyir? Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 60 dərəcə. Hiptenuzu ilə kiçik katetinin cəmi 27 santimetrdir. Hiptenuzun uzunluğunu tapın. Baxın, belə bir düzbucaqlı üçbucaq çəkirik. Düzbucaqlı üçbucaqda iti bucaqlardan biri 60 dərəcədir. Onda digər iti bucağımız 30 dərəcə olur. Və qaydaya əsasən 30 dərəcə qarşısında dayanan katet hiptenuzun yarısı qədərdir. Yəni, mən bu katetə X desəm, hiptenuzumuz 2X olacaq. Və bucaqlardan biri 30, digəri 60 olanda növbəti katetin qiymətində həmişə yadda saxlayın, kök altı 3X-ə bərabərdir. Bizə deyir ki, hiptenuzu ilə kiçik katetin cəmi 27 santimetrdir. Dostlar, hiptenuzumuz 2X-dir. Kiçik katetimiz də X-dir. Toplayanda 27 santimetrdir. Buradan 3X-in bərabərdir 27, X-in də bərabərdir 9-a. Bizdən hiptenuzun uzunluğunu istəyir. Bu da 2X, yəni 2 vurulsun 9 bərabərdir 18 santimetr olacaq. Deməli, cavabımız D variantıdır. Keçirik növbəti 32-ci suala. Dostlar, 32-də nə deyir? 32-də deyir ki, ABC düzbucaqlı üçbucağında bucaq C-miz 90 dərəcədir. Bucaq A-mız 60 dərəcədir. Onda dostlar, bucaq B-yə də 90-dan 60-ın çıxanda qalır 30 dərəcə. Digər bucağımız da 30 dərəcə imiş. Bizə deyir ki, C-m hündürlükdür. Baxın, belə bir hündürlük çəkirik. C-m hündürlüyü. Deyir ki, A-imiz 12-yə bərabərdir. B-min uzunluğu nəyə bərabərdir? Bunu tapın. İndi dostlar, gəlin belə eləyək. Baxın, biz C-m hündürlüyünü çəkəndə, deməli, AMC üçbucağı da düzbucaqlı üçbucaq olur.
Eyni zamanda BMC üçbucaqda düzbucaqlı üçbucaq olur. Və üçbucaq AMC-yə baxsaq, bucağın biri 60 olanda digəri də 30 dərəcə olacaq və qaydaya əsasən 30 dərəcə qarşısında dayanan katet hipotenuzun yarısıdır. Bu zaman AMC-də hipotenuz AC-dir. Deməli, AM AC-nin yarısı qədərdir, yəni AC-miz 24 imiş. İndi ABC üçbucağına baxıram. ABC üçbucağında da 30 dərəcə qarşısında dayanan katet hipotenuzun yarısıdır. Yəni 30 dərəcənin qarşısı 24-dürsə, hipotenuzumuz 24-dən 2 dəfə böyük, yəni 48 imiş. Yəni AB 48-dir və 48-in AM hissəsi 12-dirsə, BM də qalan hissə olacaq 36. 48-dən 12-ni çıxanda BM də 36 düşür. Bizdən BM-in uzunluğunu istəyir, bu da 36 C variantı. Keçirik növbəti 33-cü suala. Dostlar, 33-də deyir ki, ABC düzbucaqlı üçbucağında bucaq C'miz 90 dərəcə. Bucaq B'miz, deməli, B'miz 30 dərəcə. Onda bucaq A'ya qalan qiymətdə olacaq bizdə 60 dərəcə. Deyir ki, C-in hündürlükdür. Baxın, belə bir C-in hündürlüyü çəkirik. Aha. Və bizə deyir ki, aynimiz 18-dir. MB nəyə bərabərdir? Bunu tapın deyir. Gəlin indi baxaq dostlar. ANC üçbucağına baxsaq, yenə də düzbucaqlı üçbucaq verilib. Bucağın biri 60 olanda digər iti bucağa 30 düşür və qaydaya əsasən 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni AN AC-nin yarısıdır. AN 18-dirsə, onda AC-miz olacaq 36. İndi dostlar, ABC üçbucağına baxıram. ABC üçbucağında da 30 dərəcənin qarşısındakı hipotenuzun yarısıdır. 30 dərəcənin qarşısı 36-dır. Onda hipotenuzumuz 36-dan 2 dəfə böyükmüş, yəni 72 imiş. Deməli, AB-nin uzunluğu 72-dir. 72-nin AN hissəsi 18-dirsə, MB-yə qalan hissədə 72-dən 18-in çıxanda qalır yerdə 54 sm. Deməli, cavabımız C variantıdır. Keçirik növbəti 34-cü suala. Dostlar, 34-də bizdən x-in qiymətini istəyir. Gəlin baxaq. Deməli, 34-də şəkli böyük formada, baxın, sol tərəfdə belə çəkirəm. Deməli, ABC üçbucağı verilib. Bir dənə də BD düz xətti verilib. Gəlin, BD-ni daha sərgəli qeyd edək. BD düz xətti verilib. AB-miz 10-dur. AD-miz 4 kök 2 və DC-miz də 2 kök 6 2-dir. Bizdən BD-nin uzunluğunu istəyir. İndi dostlar, gəlin birinci növbədə BC-nin uzunluğunu axtaraq. ABC üçbucağında AB ilə AC-ni bildiyimiz üçün BC-ni tapanda, kateti axtaranda hipotenuzun kvadratından digər katetin kvadratını çıxmalıyıq. Hipotenuzumuz 10-dur. Onun kvadratından çıxıram. AC 4 kök 2 ilə 2 kök 2-nin cəmi 6 kök 2 eləyir. Deməli, 6 kök 2-nin mötərizə kvadratına. Bu da 100-dən çıxırıq. 6-nın kvadratı 36, kök 2-nin kvadratı 2, 36-nı 2-yə vuranda 72 eləyir. Bu da 100-dən 72-ni çıxanda qalır 28. Alırıq ki, BC-miz kök 6-da 28-dir. Buradan BD-ni, yəni x-i axtarsaq, BDC üçbucağının hipotenuzudur. Hipotenuzda tapanda katetlərin kvadratı cəmini götürməliyəm. Yəni kök 28-in kvadratı ilə 2 kök 2-nin kvadratı cəmi. Kök 28-in kvadratı 28 eləyir. 2 kök 2-nin kvadratı 8 eləyir. Toplayanda kök 6 36. Bu da bizə 6 qiyməti verəcək. Deməli, x-in uzunluğu bizdə 6 imiş. Növbəti keçirik 35-ə. Dostlar, 35 də eyni qaydada həll olunacaq. 35-də də yenə x-in uzunluğunu istəyir bizdən. Gəlin şəkli biraz böyük formada sol tərəfdə çəkək. Aha. Deməli, ABC düzbucaqlı üçbucağında AB-miz 18-dir. AD düz xətti çəkmişik buradan. Və BD-nin uzunluğu 6 kök 3, DC-nin uzunluğu 3 kök 3-dür. Bizdən AD-ni, yəni x-in qiymətinin nəyə bərabər olduğunu istəyir. İndi dostlar, ABC üçbucağına baxsaq, AB 18, BC 6 kök 3 ilə 3 kök 3-ün cəmi, yəni 9 kök 3-dür. Buradan AC-ni axtarsam, kateti axtaranda hipotenuzun kvadratından digər katetin kvadratını çıxırıq. Bu zaman 18-in kvadratı eləyəcək 324, 9 kök 3-ün kvadratı da olacaq bizdə 243.
Bu da çıxanda qalır kök altda 81. Bundan da 9 qiyməti çıxır. Deməli dostlar, AC-miz 9-dur və ADC üçbucağından x axtarsaq, hipotenuz axtaranda katetlərin kvadratı cəmini götürməliyik. Yəni AC-nin kvadratı ilə DC-nin kvadratı cəmi. AC-miz 9-dur. 9-un kvadratı ilə 3 kök 3-ün kvadratı cəmi. Bu da 81 ilə 3 kök 3-ün kvadratı bizə 27 qiyməti verəcək. Bunu toplayanda alırıq 108. 108 də dostlar kök altında 36 vurulsun 3 deməkdir. 36-dan 6 çıxır, qalır 6 kök 3 qiyməti. Deməli cavabımız D variantıdır. Keçirik növbəti 36-cı suala. Dostlar 36 da eyni qaydada həll olunacaq. Gəlin baxaq. Deməli, yenə ABC üçbucağı verilib. Bucaq C'miz 90 dərəcə. AD düz xətti çəkmişik. AB'miz 6. BD'miz 2 kök altda 3. DC'miz kök altda 3 və AD'nin uzunluğunu bizdən istəyir. Yəni dostlar, birinci addımda AC'nin uzunluğunu axtarmalıyam. AC'ni axtarmaq üçün ABC üçbucağında hipotenuzun kvadratından katetin kvadratını çıxırıq. Yəni 6-nın kvadratından BC'nin kvadratı. BC'miz 2 kök 3 ilə kök 3-ün cəmi 3 kök 3-dür. 3 kök 3-ün kvadratını çıxıram. Bu da 36 çıxılsın 27, kök altında 9, bu da 3 deməkdir. Buradan alırıq ki, AC'miz 3'dür. İndi dostlar, üçbucaq ADC'dən x axtarsaq, x hipotenuz olur. Hipotenuz axtaranda katetlərin kvadratları cəmini götürməliyik. Bu da 3'ün kvadratı 9, kök 3'ün kvadratı 3, toplayanda 12 alırıq. Bu da 2 kök altda 3 deməkdir. Deməli, x-in qiyməti də 2 kök 3, yəni C variantıdır. Keçirik növbəti 37-ci suala. Gəlin baxaq. Dostlar, 37-də bizdən x-in qiymətini istəyir. Yenə oxşar sual var. Deməli, 37. 37-də də şəkli çəksək. Baxın, deməli, ABC üçbucağında deməli, AB-miz 12. BD-miz 4 kök 3. DC'miz 2 kök 3 və AD-ni bizdən istəyir. Birinci addımda AC-ni axtarırıq. Bu zaman AB-nin kvadratından BC-nin kvadratını çıxırıq. Yəni 12-nin kvadratı çıxılsın. BC-miz də 6 kök 3-dür. 6 kök 3-ün kvadratı. Bu da 12-nin kvadratı 144-dən 6 kök 3-ün kvadratı. 36 vurulsun 3, yəni 108 çıxırıq. Bu da bərabərdir kök altında 36, bu da 6 deməkdir. Deməli, AC-miz 6-dır. Və x axtarsaq, ADC üçbucağında x hipotenuzdur. Onda AC ilə DC-nin kvadratları cəmini götürməliyik. Yəni 6-nın kvadratı ilə 2 kök 3-ün kvadratı. Bu da 36 ilə 12. Bu da bərabər kök altda 48. 48 də 4 kök altında 3 deməkdir. Bu da olacaq D variantı. Növbəti keçirik dostlar 38-ci suala. 38-də deyir ki, oturacağı 36 cm olan bərabər yanlı üçbucağın təpə bucağı 90 dərəcədir. Yan tərəfini tapın. Baxın, belə bir, gəlin belə eləyək. Belə bir bərabər yanlı üçbucaqdan söhbət gedir. Aha, biraz daha sərgəli çəksək, oxşasın. Belə bir bərabər yanlı üçbucaqdan söhbət gedir. Bərabər yanlı üçbucaqda təpə bucağımız 90 dərəcədir. Bərabər yanlı olduğu üçün yan tərəflərə AA şəklində işarə edirik və oturacağımız 36 cm bərabərdir. Bizdən yan tərəfin qiymətini istəyir. Dostlar, təpə bucağımız 90 dərəcədir. Yəni düzbucaqlı üçbucaqdan söhbət gedir. Düzbucaqlı üçbucaqda katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabər idi. Buradan 2A-nın kvadratı bərabərdir 36-nın kvadratı. Kök alsaq, kök altda 2A bərabərdir 36. A da bərabərdir 36-nı kök 2-yə bölürük. Bunda yaza bilərik 36-nı 18 vurulsun kök 2-nin kvadratı şəklində. Böl kök 2-yə. Kök 2-lərin biri gedir, qalır 18 kök altda 2 qiyməti. Bu da olacaq D variantı. Keçirik növbəti 39-cu suala. Dostlar, 39-da x parçasının uzunluğunu istəyir bizdən. Baxın, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza perpendikulyar endirib. Dostlar, düzbucaq təpəsindən hipotenuza perpendikulyar çəkdikdə bu perpendikulyar hündürlük sayılır və qayda belədir ki, hündürlüyün kvadratı proyeksiyaların hasilidir.
Yəni 8-in kvadratı 16 ilə x-in hasilinə bərabərdir. Onda dostlar yazırıq ki, 8-in kvadratı bərabərdir 16 vurulsun x. Yəni 64 bərabərdir 16 vurulsun x. Buradan da x bərabərdir 64-ü 16-ya bölürük. Bu da eləyəcək 4 dəfə. Deməli, x-in uzunluğu 4 imiş. Bu da Y variantı. Keçirik növbəti 40-cı sual. Dostlar, 40-cı sualda eyni qaydada həll olunacaq. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza hündürlük çəkdikdə hündürlüyün kvadratı proyeksiyaların hasilidir. Yəni 6-nın kvadratı bərabərdir x vurulsun 4. Bu da 36 bərabərdir x vurulsun 4. X də bərabərdir 36-nı 4-ə böldükdə qalır 9 qiyməti. Deməli, x-in qiyməti 9-uymuş. Növbəti keçirik dostlar 41-ci sual. 41-ci sualda deməli, gəlin şəkli sağ tərəfdə daha böyük formada çəkək. Baxın, belə bir ABC üçbucağımız var. ABC üçbucağında düzbucaqlı üçbucaqdır. Yəni, bucaq C-miz 90 dərəcədir. Bizə deyir ki, C düzbucaq təpəsindən CD hündürlüyü çəkilib. Baxın, belə bir CD hündürlüyü çəkirik. Aha. Və deyir ki, DN-imiz perpendikulyardır BC-yə. Baxın, DN çəkirik. BC-yə perpendikulyar olsun. Bir də MD çəkirik. AC-yə perpendikulyar olsun. Aha. AC-yə perpendikulyar olsun. Və şərtə əsasən DM-imiz deməli 2-dir. ND-imiz 4-dür. AC-nin uzunluğunu bizdən istəyir. İndi dostlar, gəlin belə eləyək. Biz burada alırıq ki, CNDM dördbucaqlısı. Bu dördbucaqlının bucaqlarından baxın, 3-ü 90 dərəcədirsə, deməli bu da 90 dərəcədir. Yəni bu dördbucaqlı düzbucaqlı şəklində alırıq. Və düzbucaqlının da qarşı tərəfləri cüt-cüt bərabər idi. Yəni DM 2-dirsə, NC də 2 olacaq. ND 4-dürsə, deməli CM-imiz də olacaq 4 qədər. Və dostlar, üçbucaq ACD-yə baxsaq, üçbucaq ACD-də CD AD-yə perpendikulyardır. Yəni düzbucaqlı üçbucaqdan söhbət gedir. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən, baxın düzbucaq təpəsindən hipotenuza hündürlük çəkdikdə bu zaman hündürlüyün kvadratı böldüyü hissələrin hasilinə bərabər olur. Yəni hündürlüyün kvadratı proyeksiyaların CM-lə AM-in hasilidir. Buradan deyə bilərik ki, 2-nin kvadratı bərabərdir 4 vurulsun AM-ə. Onda dostlar 4 bərabərdir 4 vurulsun AM alıram. Buradan da AM-imiz bərabərdir 4-ü 4-ə böldükdə 1. Deməli, AM-in uzunluğu 1 cm-dir. Bizdən AC-nin uzunluğunu istəyir. Bu da CM-lə AM-in cəmi qədərdir. 4 ilə 1-in cəmi olacaq 5. Deməli, cavabımız A variantıdır. Keçirik növbəti 42-ci suala. Bu sonra 42-ci sualda eyni qaydada həll olunacaq. 42-də də deyir ki, ABC düzbucaqlı üçbucaqdır. Aha, C düzbucaq təpəsidir. Və bizə deyir ki, C düzbucaq təpəsindən deməli hipotenuza CD hündürlüyü çəkilmişdir. Baxın, belə bir CD hündürlüyü. Və digər tərəfdən DM-imiz perpendikulyardır AC-yə. DN-imiz perpendikulyardır BC-yə. Və DM-in uzunluğu 3-ə bərabərdir. D-nin uzunluğu 6-ya bərabərdir. BC katetinin uzunluğu nəyə bərabərdir? Bizdən bunu istəyir. İndi dostlar, gəlin belə eləyək. Biz buradan görürük ki, ND BC-yə perpendikulyardır. Yəni, DNC bucağımız 90 dərəcədir. DM MC-yə perpendikulyardır. Yəni, DMC bucağı da 90 dərəcədir. 4 bucaqlının bucaqlarından 3-ü 90-dırsa, deməli 4-cü də 90 olacaq. Yəni, burada düzbucaqlı alırıq. Düzbucaqlının da qarşı tərəfləri cüt-cüt bərabər olur. Yəni 3-3, 6-6 şəklində yaza bilərik. Və dostlar, buradan biz bilirik ki, CD AB-yə perpendikulyardır. Yəni, baxın, bizim bu bucağımız 90 dərəcədir. Və üçbucaq BCD-yə baxsaq, BCD üçbucağına baxsaq, bu zaman dostlar, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürlük çəkmişik. Düzbucaq təpəsindən hündürlük çəkdikdə qayda belə idi ki, hündürlüyün kvadratı hipotenuzun böldüyü hissələrin hasilinə bərabər idi. Yəni, bu o deməkdir ki, 6-nın kvadratı bərabərdir BN-lə NC-nin hasili, yəni 3-ün hasili. Buradan B-ni axtarsam,
36-nı bölürəm 3-ə, bu da bərabər olur 12-yə. Deməli, B-nin uzunluğu 12 imiş. Bizdən BC-nin uzunluğunu istəyir. BC də 12 ilə 3-ün cəmi, yəni 15 sm olacaq. Bu da deməli C variantıdır. Növbətə keçirik dostlar 43-cü suala. 43-cü sualda düzbucaqlı üçbucaqda iti bucaqların nisbəti 4-ün 5-ədir. Düz bucaq təpəsindən çəkilmiş median və hündürlük arasındakı bucağı tapın. Gəlin belə eləyək. Düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcə olur. Yəni 4-ün 5-ədirsə, bunu 4x, 5x şəklində yaza bilərik bucaqları və bu bucaqların cəmi bərabərdir 90 dərəcəyə. Buradan 9x-in bərabərdir 90 dərəcə, x də bərabərdir 10 dərəcə. Onda bucağın biri 4x, yəni 4 onun 40 eləyir. Digəri də 5x, yəni 5 onun 50 dərəcə eləyir. Deməli, düzbucaqlı üçbucağın iti bucaqları bizdə 40 dərəcə ilə deməli 50 dərəcəyə bərabərdir. Bizə deyir ki, düzbucaq təpəsindən çəkilmiş median və hündürlük arasındakı bucaq. Dostlar, qayda belə idi ki, median və hündürlük arasında qalan bucağı axtarırıqsa, bu zaman alfa bərabərdir. Deməli, böyük bucaqdan sadəcə kiçik bucağı çıxmalıyıq. Yəni 50 dərəcə çıxılsın 40 dərəcə. Bu da bərabərdir bizdə 10 dərəcəyə. Deməli, cavabımız A variantı olacaq. Növbəti keçirik dostlar. Deməli, 44-də. 44-də də deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarının nisbəti 2-nin 3-ədir. Düzbucaq təpəsindən çəkilmiş median və hündürlük arasındakı bucağı tapın. Dostlar, deməli, iti bucaqlar 2-nin 3-ədirsə, yəni bucağın biri 2x imiş, digəri də 3x imiş. Və düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcəyə bərabər olur. Buradan 5x-in bərabərdir 90-a, x-in də bərabərdir 18 dərəcəyə. Onda 2x-imiz 2-18-in 36 eləyir. 3x-imiz də 3-18-in 54 dərəcə eləyir. Yəni, düzbucaqlı üçbucağın iti bucaqlarından biri. İti bucaqlarından biri 54-dür. Digəri də bizdə olacaq. Baxın, birinə 54 yazırıq, digərinə də 36 dərəcə. Bizdən median və hündürlük arasında qalan bucağı istəyirsə, bu zaman alfa bərabərdir. Böyük iti bucaqdan kiçik iti bucağı çıxıb yazırdıq. 54-dən çıxıram 36-nı, bu da bərabərdir 18 dərəcəyə. Deməli, cavabımız Y variantıdır. Keçirik növbəti 45-ci suala. Gəlin baxaq. Dostlar, 45-də nə deyir bizə görə? 45-də deyir ki, ABC düzbucaqlı üçbucağında bucaq C-miz 90 dərəcədir. Bucaq C-miz 90 dərəcə qeyd edə bilərik. Deyir ki, CD perpendikulyardır AB-yə. Deməli, baxın, bu da 90 dərəcə. AC-miz 5-dir, BC-miz 2-dir və BD-nin AD-yə nisbətini tapın deyir. Dostlar, qaydamız belədir ki, düzbucaq təpəsindən, deməli, hündürlük çəkdikdə, baxın, bunu qayda şəklində qeyd edə bilərik. Düzbucaqlı üçbucaqda, baxın, bunlar katetlər, bu hiptonuz. Düzbucaq təpəsindən hiptonuzla hündürlük çəkdikdə, bu zaman hiptonuz 2 hissəyə bölünür. Bunları MN şəklində ifadə edə bilərik və hündürlüyün kvadratı bərabər idi. MN proyeksiyalardır, bu proyeksiyaların hasilinə və katetlərin kvadratı bərabərdir. A-nın kvadratı M vurulsun hiptonuz, B-nin kvadratı isə M vurulsun hiptonuz olacaq. Baxın, bu düsturdan istifadə edə bilərik. İndi dostlar, bundan istifadə etsək, bu zaman deməli, AC-ni axtarsam, AC-nin kvadratı bərabərdir bizdə. AD vurulsun, deməli, hiptonuzumuz AB-dir. AB. Və BC-nin kvadratı bərabərdir bizdə. Proyeksiyamız BD-dir, vurulsun hiptonuzumuz AB-yə. Bizə deyir ki, BD-nin AD-yə nisbətini tapın. BD-nin AD-yə nisbətini istəyirsə məndən, gəlin bunları tərəf-tərəfə bölək. Tərəf-tərəfə böldükdə alıram AC-nin kvadratı bölünsün BC-nin kvadratı. AB-lər ixtisar gedir, qalır AD bölünsün BD şəklində. Buradan da AC-miz 5 idi. 5-in kvadratı bölünsün BC-miz 2-dir, 2-nin kvadratı bərabərdir AD bölünsün BD. Buradan da 25 bölünsün 4 bərabərdir AD bölünsün BD alırıq. Burada isə BD-nin AD-yə nisbətini verib tərsinə
onda BD-nin də AD-yə nisbəti tərsinə 4-ün 25 olacaq. Bu da deməli C variantıdır. Keçirik növbəti 46-cı suala. Bu sefer 46-da da oxşar qaydada həll eləyəcəyik. Deyir ki, ABC düzbucaqlı üçbucağında bucaq C'miz 90 dərəcə. CD perpendikulyardır AB-yə. Yəni bucaq CDB də 90 dərəcədir. AD-miz deməli 9, BD-miz 4-dür. AC-nin BC-yə nisbətini istəyir bizdən. İndi dostlar, bayaqki qaydaya əsasən, 45-də dediyimiz qaydaya əsasən, katetin kvadratı proyeksiya ilə hipotenuzun hasilinə bərabər olur. Yəni, bu o deməkdir ki, BC-nin kvadratı bərabərdir. BD vurulsun hipotenuz AB. Digər tərəfdən AC-nin də kvadratı bərabərdir. AD vurulsun, deməli hipotenuzumuz AB-dir. Aha. İndi dostlar, bizə deyir ki, AC-nin CB-yə nisbətini tapın. Gəlin belə eləyək. Bunları tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsək, AB-lər gedir. Nəticədə BC kvadrat bölünsün AC kvadrat qalır. Bu da bərabərdir BD bölünsün AD. Və hər tərəfdən kök alsaq, BC bölünsün AC bərabərdir. Sağ tərəfdə kök altda BD bölünsün AD olur. Bizdə isə AC-nin BC-yə nisbətini istəyir. Onda tərsinə AC bölünsün BC yazsaq, bu zaman kök altında da sürət məxrəcin yerini dəyişirəm. AD bölünsün BD yazıram. Və dostlar, bu da bərabərdir. Kök altında AD-miz 9-dur, BD-miz 4-dür. 4-dən kök 2 çıxır, 9-dan da 3 çıxır. Deməli, 2-də 3 alırıq. Bu da olacaq B variantı. Keçirik növbəti 47-ci suala. Dostlar, 47-də deyir ki, düzbucaqlı üçbucağın düz bucağının tənböləni ilə bir iti bucağının tənböləni 70 dərəcəli bucaq altında kəsişir. Bu üçbucağın kiçik iti bucağını tapın. Gəlin baxaq. Baxın, belə bir düzbucaqlı üçbucaq çəkirəm. Deyir ki, düzbucaqlı üçbucağın düz bucağının tənböləni ilə, düz bucağının tənböləni. Aha. Düz bucağın tənböləni bilirik ki, bucağı 2 bərabər hissəyə 45 böləcək. Və deyir ki, bir iti bucağının tənböləni. Bu da digər iti bucaqlarından birinin deməli tənbölənidir. Deyir, bunlar 70 dərəcəli bucaq altında kəsişir. Onda alınan bucaqlardan iti olanına 70 dərəcə yazıram. Aha. Və bizə deyir ki, bu üç bucağın kiçik iti bucağını tapın. İndi dostlar, gəlin belə eləyək. Bu 70 dərəcədirsə 70-in qonşusu olacaq 110 dərəcə. Bilir ki, qonşu bucaqların cəmi 180 eləyir. Və aldığımız, baxın, bu üç bucaqda bucağın biri 45, biri 110-dur. 45 ilə 110-un cəmi eləyəcək 155 və 180-dən 155-in çıxdıqda nəticədə 25 dərəcə qalır. Bizim bu bucağımızda olur 25 dərəcə. Bu 25-dirsə dostlar, deməli, tənbölən bunu 2 bərabər hissəyə bölüb. Onda digərdə olacaq 25 dərəcə. Və 25 50 eləyir. İti bucağın biri 50-dirsə, deməli, digərdə 40 olmalıdır. Çünki iti bucaqların cəmi bizə 90 verməlidir. İndi dostlar, üç bucağın kiçik iti bucağını istəyir. Biz 50 ilə 40 almışıq. Kiçik olanı deməli 40-a bərabərdir. Bu da A variantıdır. Keçirik növbəti 48-ci suala. Dostlar, 48 də oxşar qaydada olacaq. 48-də deyir ki, düzbucaqlı üçbucağın, baxın, belə bir düzbucaqlı üçbucaq çəkdik. Düz bucağının tənböləni ilə, baxın, düz bucağın tənböləni ilə 2 hissəyə böldü, 45-45. Deyir ki, bir iti bucağının tənböləni, baxın, iti bucaqlardan birinin tənböləni 80 dərəcəli bucaq altında kəsişir. 80 dərəcə bucaq altında kəsişirsə, kəsişmədən alınan iti bucağa 80 dərəcə yazırıq. Aha. Deyir ki, bu bucağın, üç bucağın kiçik iti bucağını tapın. İndi dostlar, biz bilirik ki, bu da tənböləndir. Bucağı 2 bərabər hissəyə böldü. Və 80 dərəcənin qonşusu 180-dən 80-ni çıxanda qalacaq 100 dərəcə. Və üç bucağın daxili bucaqları cəmi 180 olmalıydı. 180-dən 100-ünü çıxanda 80, 45-in də çıxanda qalacaq 35 dərəcə. Burada 35-dir. Və tənbölən bucağı 2 bərabər hissəyə bölübsə, bu da 35-dir. 35 70 eləyir. Onda digər iti bucağa da 20 qalır. Çünki iti bucaqların cəmi bizə 90 verməli idi. Bizə deyir ki, bu üç bucağın kiçik iti bucağını tapın.
70 ilə 20-dən kiçik olanı 20-dir. Bu da A variantı. Keçirik növbəti 49-cu suala. Dostlar, 49-da ABC üçbucağında bucaq C'miz 90 dərəcə. CD perpendikulyarda AB-yə. DAC bucağımız 60 dərəcə. AC'miz 10 olarsa, deyir ki, BD nəyə bərabərdir, bunu tapın. İndi dostlar, ABC üçbucağına baxsaq, düzbucaqlı üçbucaqdır. Bucağın biri 60-dırsa, onda digəri də 30 dərəcədir. Və qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Yəni AC AB-nin yarısıdır. Deməli, AB-nin uzunluğu bizdə 20 sm-ymiş, yəni 20-yə bərabərdir. Digər tərəfdən, üçbucaq ACD-yə baxıram. ACD-də bucaq A-mız 60-dırsa, onda bucaq ACD-yə 30 dərəcə qalır və 30-un qarşısı da hipotenuzun yarısıdır. Yəni AD AC-nin yarısıdır. Yəni AD-miz olacaq 5. Onda AB 20-dirsə, AD 5-dirsə, BD-ni tapanda 20-dən 5-ni çıxıram, BD-yə də qalır 15 qiyməti. Bizdən BD-nin uzunluğunu istəyir, bu da 15 Y variantı. Keçirik növbəti 50-ci suala. Bu sonra 50-də ABC üçbucağında bucaq C'miz 90. CD perpendikulyarda AB-yə. DAC 60 dərəcədir. AC-miz 8-dir. Bizdən BD-ni istəyir. Dostlar, qaydaya əsasən ABC düzbucaqlı üçbucaqdır. Bucağın biri 60-dırsa, digəri iti bucağa 30 dərəcə düşür və qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Yəni AC AB-nin yarısıdır. Onda AC 8-dirsə, AB olacaq 16. Digər tərəfdən, indi üçbucaq ACD-yə baxıram. Üçbucaq ACD-də də düzbucaqlı üçbucaqdır. Bucağın biri 60-dırsa, digəri 30-dur. 30-un qarşısı da hipotenuzun yarısı qədər olur. Yəni AD AC-nin yarısıdır. Onda AD 8-in yarısı 4-dür. Və dostlar, BD-ni axtarsaq, BD ilə AD-nin cəmi bizə AB-ni verir. BD-nin üstünə 4 gələndə 16 edirsə, BD də 12-dir. Bizdən də BD-ni istəyir, bu da olacaq B variantı. Keçirik növbəti 51-ci suala. Dostlar, 51-də deyir ki, AD və BC parçaları Y nöqtəsində kəsişir. Bucaq B bərabərdir bucaq C-yə, o da 90 dərəcə. CD 2AB-yə bərabərdir. BC-miz 9-dur. AD 15-dir. CD-nin uzunluğunu bizdən istəyir. İndi dostlar, şərtə əsasən CD AB-nin 2 qatıdır. Yəni AB mən X yazsam, bu zaman CD-miz 2X-dir. Və dostlar, mən buradan düzbucaqlı üçbucaq almaq üçün BC-ni paralel şəkildə sol tərəfə köçürürəm. BC-ni sol tərəfə köçürsək, baxın, olduğu kimi sadəcə paralel köçürmə edirəm. Aha. BC-ni sol tərəfə köçürdükdə, baxın, BC CD-yə perpendikulyar olduğundan bizim aldığımız sol tərəfdəki bu bucaqda 90 dərəcə olur. Və AB X-dirsə, aşağıdakı bu məsafəmiz də X qədərdir. Aha, bura C iştirik yaza bilərik. Deməli, X qədərdir. Və bizdən, baxın, CD-nin uzunluğunu istəyir. Şərtə görə BC-miz 9 idi. Onda bunun sol tərəfə köçürdükdə uzunluğu yenə 9 qalacaq. AD-miz 15 idi və Pifaqor teoremini tətbiq eləsək, bu zaman C iştirik D-nin uzunluğunu axtarsam, hipotenuzun kvadratından çıxıram katetin kvadratına. Bu da 225-dən çıxırıq 81-i. Bu da bərabərdir bizdə 144-ə. Bundan da 12 qiyməti çıxır. Deməli dostlar, C iştirik D-miz 12-dir. C iştirik D bərabərdir X-dən 2X-in cəmi 3X-a. Bu da 12-yə. Buradan alıram ki, X-im 4-dür. Məndən CD-nin uzunluğunu istəyir. Bu da 2X, yəni 2 vurulsun 4 bərabərdir 8-ə. Yəni cavabımız Y variantıdır. Keçirik növbəti 52-ci suala. Gəlin baxaq. Dostlar, 52-də də oxşar qaydada həll eləyəcəyik. Deyir ki, PK və M-in parçaları O nöqtəsində kəsişir. P bərabərdir K-ya, o da 90 dərəcədir. MP bərabərdir 3K-yin. Baxın, K-yini X yazsam, bu zaman MP-miz deməli bunun 3 qatıdır. Olacaq 3X. PK-mız deməli 16-dır. Aha. Və MN-imiz də nə qədərdir? 20-dir. MN də 20-dir. Bizə deyir ki, K-yini tapın. Dostlar, PK-nı paralel şəkildə köçürdürəm. Baxın, sol tərəfə. MP-ni də paralel şəkildə köçürdürük aşağı hissəyə. Baxın, belə bir düzbucaqlı üçbucaq alırıq.
PK-nı sol tərəfə köçürdüksə, deməli, baxın, bura K' yaza bilərəm. Onda M' PK 9-dursa, üzr sayın 16-dırsa, M' də 16 olacaq. Onda dostlar, düzbucaqlı üçbucaqdan K'-N'in uzunluğunu axtarsaq, bu zaman deməli, hipotenuzun kvadratından çıxırıq M' kvadratını, yəni 16-nın kvadratını. Bu da bərabərdir. Kök altında 400-dən 256 çıxanda 144 qalır. Bu da bizə 12 qiyməti verəcək. Deməli, K'-N'imiz bizdə 12-dir. MP 3x-dirsə, K' da 3x-dir. Onda K'-N bərabərdir 3x-dan x-in cəmi 4x-ə. Bu da 12-dir. X də bərabərdir buradan 3-ə. Bizdən K'-ni istəyirdi. K' bərabərdir x-ə. Bu da bərabərdir 3 alırıq. Deməli, cavabımız C variantıdır. Keçirik növbəti dostlar 53-cü suala. Gəlin baxaq. 53-cü sualda deyir ki, ABC üçbucağında, gəlin bunu biraz beləsinə çəkək, sağ tərəfdən daha böyük formada. Baxın, belə bir ABC üçbucağı verilir. Deyir ki, ABC üçbucağında bucaq A-mız 30 dərəcədir. MNY nöqtələri uyğun olaraq AC, CB və AB tərəflərinin orta nöqtələridir. Aha. Gəlin, daha sərgəli çəkək bunu. Tərəfin orta nöqtəsi isə, deməli, tərəfi 2 bərabər hissəyə bölür. Bu deməkdir. Deməli, M, N, bir də Y. Aha. Deməli, M nöqtəsi AC-nin orta nöqtəsi isə AC-ni 2 bərabər hissəyə böldü. N, BC-ni 2 bərabər hissəyə bölür və Y də AB-ni 2 bərabər hissəyə bölür. Bu deməkdir. Və dostlar, digər tərəfdən MY-in bucağı 90 dərəcədir. Bizə deyir ki, M ilə BC-nin cəmi 12 sm olarsa, AC nəyə bərabərdir? Bunu tapın. İndi dostlar, gəlin belə deyək. Deməli, biz bilirik ki, MNY nöqtələri tərəflərin orta nöqtələridirsə, deməli, aldığımız M-in, MY və Y-in düz xətləri, baxın, yəni xətlərimiz, parçalarımız uyğun tərəflərin yarısı qədər olacaq. Yəni, M-in AB-nin yarısı qədərdir. Yəni, AY, YB, o da M-inə bərabərdir. Baxın, bu tərəflər bərabər sayılır. Digər tərəfdən A-ın bərabərdir MC-yə, qarşıdakı tərəfdə Y-indir. Deməli, Y-in də bunlara bərabərdir. Digər tərəfdən də C-in bərabərdir MB-yə, o da bərabərdir MY qədər olacaq. Onda dostlar, buradan AMNY dördbucaqlısına baxsaq, bu bizdə paralelgram sayılır. Çünki qarşı tərəfləri cüt-cüt bərabərdir. Və paralelogramın da qarşı bucaqları bərabər olurdu. Yəni, bucaq A 30-dursa, bucaq N də 30 dərəcədir. Digər tərəfdən MCNY dördbucaqlısına da baxsaq, bunun da qarşı tərəfləri cüt-cüt bərabərdir. MY C-nə, MC də Y-nə bərabərdir. Onda bu da bizdə deməli, paralelogram sayılır. Onda bucaq MY-in 90 dərəcədirsə, MC-nin də 90 dərəcə olacaq. Buradan alırıq ki, ACB üçbucağı düzbucaqlı üçbucaqdır. Bizə deyir ki, M-in və BC-nin cəmi 12-dir. Dostlar, M-inə mən X desəm, aha, deyir bundan BC-nin cəmi bizdə 12-dir. İndi M-inə X desək, dostlar, deməli, AY də X qədərdir, YB də X qədərdir. Deməli, AB-miz 2X olur. Digər tərəfdən ACB düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədər olmalıdır. Yəni, AB 2x-dirsə, deməli, BC-miz olacaq x qədər. İndi bizə deyir ki, M-ilə BC-nin cəmi 12-dir. M-nə x demişik. BC-ni də x almışıq. Toplayanda 12 eləyir. 2x-im 12-dirsə, x-in bərabərdir 6-ya. Bizdən AC-ni istəyir, dostlar. Aha, AC-ni istəyir. Deməli, biz x-i 6 tapdıq. Yəni, BC-miz 6-dır. AB-miz onda 6-nın 2 qatı 12-dir. Onda AC-ni axtaranda hipotenuzun kvadratından 12-nin kvadratından çıxıram digər katetin kvadratını. Bu da bərabərdir bizdə. 144-dən 36 çıxanda 108 qalacaq. Bu da bərabər olacaq 6 kök altdan 3-ə. 6 kök 3, bu da var C variantı. Keçirik növbəti 54-cü sual. Dostlar, 54-cü sualda da deyir ki, ABC üçbucağında, baxın, belə bir üçbucağımız var. ABC üçbucağında bucaq A-mız 30 dərəcədir.
M, N, Y nöqtələri uyğun olaraq AC, CB və AB tərəflərinin orta nöqtələridir. Baxın, bu bizim M-imiz, N-imiz, bir də Y nöqtəmiz. Aha, tərəflərin orta nöqtələridir. Birləşdirək. Aha. Və bizə deyir ki, MY-in bucağı 90 dərəcədir. M-ilə BC-nin cəmi bərabərdir 18-ə. Bizdən AC nəyə bərabərdir? Bunu istəyir. Aha. İndi dostlar, gəlin belə eləyək. Biz bilirik ki, orta nöqtədirsə, orta nöqtə tərəfi bərabər hissələrə bölür və orta nöqtələri birləşdirdikdə alınan düz xətlər qarşı tərəflərin yarısı qədər olur. Yəni, onda dostlar, bu o deməkdir ki, əgər AM-lə deməli MC bərabər olacaqsa, bu zaman Y-in də həmin hissələrə bərabərdir. Çünki AC-nin qarşı tərəfində olan orta xəttdir. Digər tərəfdən AY bərabər olur YB-yə. Bu da M-nə bərabər olacaq. Və digər tərəfdən CM bərabər olur MB-yə. Bu da bərabər olacaq MY-nin uzunluğuna. İndi dostlar, digər tərəfdən AMNY dördbucaqlısına baxsaq, qarşı tərəflər cüt-cüt bərabərdir. Biz də bilirik ki, bu paralelogramın xüsusiyyətidir. Paralelograma görə qarşı tərəflər cüt-cüt bərabər və qarşı bucaqlar da bərabər olur. Onda bucaq A-mız 30 dərəcədirsə, MNY bucağımız da 30 dərəcə olacaq. Bu belə. Digər tərəfdən dostlar, bucaq MYN 90 dərəcədirsə, AMY bucağı da 90 dərəcə olacaq. Bu da 90-dır. Aha. Bundan sonra AMY üçbucağına baxsaq, 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Onda mən MY-yə A desəm, bu zaman AY də olacaq 2A qədər. Aha. Digər tərəfdən YB də AY-yə bərabərdir. Bu da 2A-dır. Digər tərəfdən M-in də AY YB-yə bərabər olur. O da 2A qədərdir. Və MY-miz A-dırsa, onda C-in də MB də A qədər olacaq. Və bizə demişdi ki, M-ilə BC-in cəmi 18-dir. Dostlar, M-imiz 2A-dır. BC-miz deməli AA. Bu da 2A-dır. Bərabərdir 18-ə. 4A-mız 18-dir. A da bərabərdir 18-i 4-ə böləndə 4,5 alıram. Məndən AC-nin uzunluğunu istəyir. Dostlar, buradan BC-ni tapsaq, BC 2A qədərdir. Yəni 4,5-in 2 qatı 9 eləyəcək. AB-miz bərabərdir 2A 2A 4A-ya. Bu da 4,5 4-ə vuranda 18 eləyir. Və AC-ni axtarsaq, düzbucaqlı üçbucaqda kateti axtaranda hipotenuzun kvadratından digər katetin kvadratını çıxırıq. Bu da 324-dən çıxırıq. Deməli, 81-i. Bu da olacaq 243. Aha. Bu da bərabərdir bizdə 9 kök altdan 3-ə. Bitdi. Bu da C variantı. Keçirik növbəti 55. Bu sonra 55-ci sualda nə deyir? 55-də düzbucaqlı ABC üçbucağında bucaq C-miz 90 dərəcə. CD perpendikulyardır AB-yə. AC-miz 5-dir. BC-miz 4-dür. BD-nin AD-yə nisbətini istəyir bizdən. İndi dostlar, gəlin belə eləyək. Biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürü çəkdikdə, bu zaman AD ilə BD bizdə proyeksiyalar adlanır və qayda belədir ki, katetlərin kvadratı uyğun proyeksiya ilə hipotenuzun hasilidir. Yəni, BC-nin kvadratı bərabərdir bizdə BD vurulsun AB-yə, yəni hipotenuza. AC-nin kvadratı da bərabərdir AD vurulsun hipotenuz, yəni AB-yə. Buradan tərəf-tərəfə bölsəm, BC-nin kvadratı bölünsün AC-nin kvadratı, AB-lər gedir. Nəticədə BD bölünsün AD qalır. Onda dostlar, BD bölünsün AD-miz bərabərdir. BC-miz 4 idi, 4-ün kvadratına. AC-miz də 5-dir, 5-in kvadratına bölürük. Onda BD bölünsün AD bərabərdir 16 bölünsün 25. Yəni, cavabımız D variantıdır. Keçirik növbəti 56-cı suala. Gəlin baxaq. Dostlar, 56-da ayın parçası ABC üçbucağının A bucağının tən bölənidir. Aha. Gəlin, bunu daha böyük formada çəkək. Rahat göstərə bilmək üçün. Baxın, belə bir ABC üçbucağımız var. Bizə deyir ki, ayın parçası ABC üçbucağının A bucağının tən bölənidir. Aha. Belə bir ayın tən böləni çəkirik.
Digər tərəfdən, deməli, B-nin hündürüyü çəkmişik bura. B-nin hündürüyü, çünki perpendikulyar qoyulub. Aha. Deyir ki, D-nimiz 5 kök 3 bölünsün 3 qədərdir. Baxın, bu D nöqtəsi və D-nin uzunluğu 5 kök altda 3 bölünsün 3 qədərdir. Bucaq A-mız 60 dərəcədir. Dostlar, bucaq A 60 dərəcədirsə, tən bölən bunu 2 bərabər hissəyə 30 dərəcə olaraq bölübdür. Bizə deyir ki, B-nin perpendikulyarda AC-yə, aha, bunu qeyd eləmişik. AN-imiz bərabərdir NC-yə, aha, AN də NC-yə bərabərdir. BC tərəfinin uzunluğunu tapın deyir. İndi dostlar, gəlin baxaq. B-nin AC-yə perpendikulyardır. Digər tərəfdən AN NC-yə bərabərdir. Yəni, B-nin eyni zamanda həm də mediandır. Deməli, B-nin həm perpendikulyar, həm də mediandırsa, deməli, ABC üçbucağı bərabər yanlı üçbucağıymış. Yəni, AB-miz bərabərdir BC-yə. Baxın, qeyd edirik. Hündürlük eyni zamanda həm də mediandırsa, deməli, verilmiş üçbucaq bərabər yanlı üçbucağıymış. BC bərabərdir AB-yə. Bundan sonra dostlar, nəyə fikir veririk? Bizə deyir ki, bucaq A-mız baxın 30 dərəcə. Biz bilirik ki, 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Onda AD-miz olacaq bizim, deməli, 5 kök 3 bölü 3-ün 2 qatı. Yəni 10 kök altda 3 bölünsün 3 qədər. Baxın, bu şəkildə yazdıq. İndi dostlar, digər tərəfdən biz bayaq dedik ki, ABC üçbucağı bərabər yanlıdır. Yəni, AB bərabərdir BC-yə. Bərabər yanlıda oturacağı biçik bucaqlar da bərabər olur. Yəni, bucaq A-mız 60 dərəcədirsə, bucaq C də 60 dərəcədir. Və üçbucağın daxili bucaqları cəmi 180 olmalıdır. Bucağın x-i A ilə C 60-dırsa, onda B-yə də qalan qiymət 60 dərəcə olacaq. Buradan alırıq ki, üçbucaq bərabər tərəfli üçbucaqdır. Yəni, eyni zamanda BC bərabərdir AB, bir də bərabərdir AC. Bərabər tərəfli üçbucaq almış oluruq. İndi dostlar, deməli, mən buradan ayının uzunluğunu axtarsam, ayının uzunluğu bərabərdir bizdə. Kök altında 10 kök 3 bölünsün 3-ün kvadratından çıxıram 5 kök altda 3 bölünsün 3-ün kvadratını. Bu da bərabərdir. Kök altında, deməli, nəticədə alırıq 3-də 100, çıxılsın 3-də 25, bu da bərabərdir 3-də 75, 75 3-ə 25 dəfə düşür, bundan da kök 5 çıxır. Deməli, aynimiz 5-dir. Deməli, NC də 5-dir. Deməli, üçbucağın tərəfi bizdə bərabərdir 10-a və bizdən nə istəyir? Bizdən BC tərəfinin uzunluğunu istəyir. Elə AC də, BC də, AB də bir-birinə bərabərdir. Deməli, tərəfimiz elə 10 olacaq. Bu da A variantı. Keçirik növbəti 57-ci sual. Gəlin baxaq. Dostlar, 57-ci sualda nə deyir? 57-də ayın parçası ABC üçbucağının A bucağının tən böləndir. Gəlin şəkli böyük formada çəkək. Aha, bu bizim ABC üçbucağımız. Bizə deyir ki, ayım tən böləndir. Baxın, belə bir ayım tən böləni çəkdik. Və B-nin perpendikulyardır AC-yə. Deməli, B-nimiz AC-yə perpendikulyardır. İndi dostlar, bizə deyir ki, bucaq B-miz 60 dərəcədir. Bucaq B-miz 60 dərəcədir. MC-miz, deməli, MC-miz 5 kök altda 3 bölünsün 3-ə bərabərdir. B-in perpendikulyardır AC, ayın bərabərdir NC-yə və deyir ki, ayımın uzunluğu nəyə bərabərdir? Bunu tapın. Baxın, məndən ayımı istəyir. İndi dostlar, buradan nə müşahidə edirik? ABC üçbucağında B-in həm hündürlükdür, həm də mediandır. Hündürlükdür, çünki B-in perpendikulyardır AC-yə. Mediandır, çünki AC-ni 2 bərabər hissəyə bölür. Ayın bərabərdir NC. Biz də bilirik ki, hündürlük o zaman həm də mediana bərabər olur ki, üçbucaq bərabər yanlı olsun. Yəni, BC-miz bərabərdir bizdə AB-yə. Bərabər yanlı üçbucaqdan söhbət gedir. Bərabər yanlıdırsa, bu zaman təpədən çəkilən hündürlük eyni zamanda həm də tən bölən olur. Onda bucaq B 60-dırsa 2 bərabər hissəyə bölünür 30-30. Aha. Digər tərəfdən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Yəni, biz ayına A desək, bu zaman onda bizim AB-miz də olacaq bizdə 2A qədər. Eyni zamanda ayın NC-yə bərabərdir.
Buna da A deyəndə sağ tərəfimiz də 2A qədərdir. Aha. Digər tərəfdən dostlar biz burada alırıq ki, bu üçbucaq bərabər tərəflidir. Çünki AB də 2A-dır, BC də AC də 2A-ya bərabərdir. Buradan alırıq ki, üçbucaq bərabər tərəflidir. Bərabər tərəfinin bütün bucaqları 60 dərəcədir. Onda A bucağı da 60-dır. AM tənbölən də bunu 2 bərabər hissəyə bölüb 30-30 dərəcə. Və dostlar, qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Aha. Onda dostlar, deməli, belə deyək, bizim AM-imiz həm də hündürlüyü olacaq. Yəni, tənbölən eyni zamanda bərabər tərəfdə həm də hündürlüyü olur. Və buradan deyə bilərik ki, 30 dərəcə qarşısına dayanan katet həm də deməli hipotenuzun yarısıdır. Yəni, bu deməkdir ki, AC bizdə 5 kök 3 bölünsün 3-ün 2 qatıdır. 5 kök 3 bölünsün 3-ün 2 qatıdır. Bu da bərabərdir 10 kök 3 bölünsün 3-ə. Və dostlar, bərabər tərəfli üçbucaqda median tapsaq, baxın, AM mediandır. Median hündürlük tənbölən bir-birinə bərabərdir. Bunu tapdıqda bu bərabərdir bizdə A kök altda 2 bölünsün 3-ə. A kök 2 bölünsün 3. Yəni, tərəf A yazmayaq, da qarışacaq. Tərəfi X desək, X kök altda 2 bölünsün 3. Üzürü sayını dostlar, kök altda 2 nə idi? X vurulsun kök 3 bölünsün 2. Hərflərə başım qarışdı. Və tərəfi biz tapmışıq 10 kök 3 bölünsün 3. Aha. Bunu da kök 3 bölünsün 2-yə vurduqda, kök 3-ə vuranda 3 eləyir. Bu 3 ilə gedir. Onu da 2-yə böləndə qalır 5. Deməli, alırıq ki, AM-in uzunluğu bizdə 5-ə bərabərdir. Növbəti keçirik dostlar. Deməli, 58-ci suala. Gəlin baxaq. 58-də nə deyir? Deyir ki, ABC üçbucağında bucaq C'miz 90 dərəcədir. Aha. CD perpendikulyardır AB-yə. DC'miz 6-dır. BC'miz 10-dur. AC-nin uzunluğunu bizdən istəyir. İndi dostlar, üçbucaq BCD-yə baxsaz, üçbucaq BCD-yə. BCD üçbucağında hipotenuz 10. Katetin biri 6-dırsa, BD-ni tapanda, deməli, BD-miz bərabərdir. Kök altında 10-un kvadratından 6-nın kvadratını çıxırıq. Bu da 100-dən çıxırıq 36-nı. Bu da bərabərdir 64. Bundan da çıxır qiymət 8 qiyməti. Deməli, alırıq ki, BD-miz 8-dir. Digər tərəfdən düz bucaq təpəsindən hündürlük çəkdikdə, qaydaya əsasən hündürlüyün kvadratı bərabərdir proyeksiyaların hasili. Yəni, AD vurulsun DB-yə. Onda hündürlüyümüz 6-dır. 6-nın kvadratı bərabərdir AD vurulsun. BD-miz 8-dir 8-ə. Buradan AD bərabərdir. 36-nı bölürəm 8-ə. Bu da 4-ə ixtisar gedəndə qalır 2-də 9. Bu da bərabərdir 4,5. Deməli, AD-miz 4,5 imiş. Və dostlar, ACD üçbucağından AC-ni axtarsaq, bu zaman AC hipotenuzdur. AC-nin kvadratı bərabərdir 4,5-in kvadratı ilə. Deməli, 6-nın kvadratı cəmi. Bunu da 4,5 yaza bilərəm 2-də 9 kimi. 2-də 9-un kvadratla 6-nın kvadratı. Bu da 4-də 81. Üstə gəlsin 36. Bu da bərabər olacaq. 4-də 81 ilə 36-nı 4-ə vuranda 144. AC-nin kvadratı bərabərdir 4-də. 81, 144 bizə 225 verir. Kök alanda AC bərabərdir 15 bölünsün 2. Bu da olacaq 7,5. Deməli, AC-nin uzunluğu 7,5 imiş. Keçirik növbəti 59-cu suala. Dostlar, 59-da deyir ki, ABC üçbucağında bucaq C'miz 90 dərəcə. CD perpendikulyarda AB-yə. DC 5-dir. BC-miz 13-dür. AC-ni deyir ki, nəyə bərabər olduğunu tapın. İndi dostlar, üçbucaq deməli, BCD-yə baxsaq, bu üçbucaqda katetin biri 5, hipotenuz 13-dürsə, onda BD-ni axtaranda kök altında 13-ün kvadratından 5-in kvadratını çıxırıq. Bu da 169 çıxılsın 25, yəni 144. Buradan alırıq ki, BD-miz 12 imiş. Aha. Digər tərəfdən dostlar, qaydaya əsasən hündürlüyün kvadratı, yəni CD-nin kvadratı bərabərdir proyeksiyaların hasili. AD ilə BD-nin hasili. Yəni 5-in kvadratı bərabərdir AD vurulsun 12. AD də bərabərdir 25-i bölürəm 12-yə.
Elə bu şəkildə də saxlaya bilərik. 25 bölünsün 12 şəklində. İndi dostlar, bundan sonra bizdən nə istəyir? Bizdən AC-ni istəyir. Onda AC bərabərdir. AC'də üçbucağına baxsaq, katetlərin kvadratı cəmi. AD-ni tapmışıq 25 bölünsün 12 şəklində. Aha. Onda AC bərabər olacaq kök altında 12-də 25-in kvadratı üstə gəlsin 5-in kvadratı. Bu da bərabərdir. Deməli, olacaq 12-nin kvadratı 144-dən 625 üstə gəlsin bir də 5-in kvadratı da 25. Bu da bərabərdir bizdə. Kök altında 144-dən 625 üstə gəlinsin 3600. Bu da bərabərdir. 144-dən kök alanda 12 çıxır. Surətdə də kök altında 3600 ilə 625-in cəmi 4225 edir. Bu da bərabərdir. 65-in kvadratıdır. Bundan da 65 çıxacaq. 65 bölü 12. Bu da bərabərdir. 60 12-yə düşür. 5 dəfə qalır 12-də 5 qiyməti. 5-dən 12-də 5. Bu da deməli B variantıdır. Növbətə baxırıq dostlar 60-cı suala. 60-cı sualda deyir ki 60-da ABC üçbucağında B'nin medianına perpendikulyar olan AT tənböləni onu P nöqtəsində kəsir. Bucaq ağımız 60 dərəcə və P-in bərabərdir 8 olarsa BC tərəfini tapın. Gəlin baxaq, ABC üçbucağında B-in medianına perpendikulyar olan AT tənböləni. Gəlin belə eləyək. Baxın, belə bir ABC üçbucağı çəkirik. ABC. Aha. B-in medianı deyir. Belə bir B-in medianımız olsun. Deyir ki, buna perpendikulyar olan AT tənböləni. Aha. Bir dənə də AT tənböləni çəkdik. Tənbölən mediana perpendikulyardır. Median olduğu üçün ayın bərabərdir MC işarə elədik. AT də tənböləndir. Bucağı 2 bərabər hissəyə böldü. Deyir ki, P nöqtəsində kəsir. Kəşf nöqtəsində P yazdıq. Bucaq ağımız 60 dərəcədir. Onda tənbölən bunu 2 bərabər hissəyə 30-30 bölür. Aha. P-imiz bərabərdir 8-ə. BC tərəfi deyir nəyə bərabərdir? Bunu tapın. BC-nin uzunluğunu istəyir. İndi dostlar, baxın, BM bizdə AT-yə perpendikulyardır, düzdür? Onda dostlar, bizim BPA bucağı 90 dərəcədirsə, AMP bucağı da 90 dərəcədir. Onda alırıq ki, AMP düzbucaqlı üçbucaqdır və düzbucaqlı üçbucaqlı 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Burada ayımız hipotenuz olur. Onda ayım olacaq bizdə 8-in 2 qatı 16. Onda MC də 16 qədər olacaq. Bu tamam. Digər tərəfdən AP-nin uzunluğunu axtarsaq, AP də deməli düzbucaqlı üçbucaqda bucağın biri 30 dərəcə olanda digər katet kiçik katetin kökaltı 3 misli olur. Yəni 8 kökaltda 3-ə bərabərdir. Burada 8 kökaltda 3. Aha. Yuxarıdakı üçbucağa baxsaq, APB üçbucağına da baxsaq, düzbucaqlı üçbucağın bucağının biri 30 dərəcədir. 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Yəni BP x desəm, bu zaman AB-miz 2x qədərdir. Onda dostlar, deməli 8 kök3-ün kvadratı üstə gəl x-in kvadratı bərabərdir 2x-in mötərizə kvadratına. Bu da 8-in kvadratı 64 vurulsun 3 bərabərdir. 2x-in kvadratı 4x kvadrat edir. X kvadratını sağa atıram minus x kvadrat. 64 vur 3 bərabərdir 3x-in kvadratı. 3-lər gedəndə x kvadrat 64-dürsə, x-im olacaq 8. Deməli, baxın, burada bizdə 8-dir. Onda burada olacaq 16. Bu da tamam. İndi dostlar, deməli, baxın, bura 30-30-60 dərəcə, bucaq ağımız 60-dır. İndi digər tərəfdən baxsaq, AMB üçbucağında deməli, AB də, BM də, AM də 16-ya bərabərdir. Tərəflərin üçü də 16-dır. Deməli, bu üçbucaq bərabər tərəflidir. Bərabər tərəfdə bucağın üçü də 60 dərəcə olur. Yəni, bu bucaq da 60 dərəcədir. Bu da 60 dərəcədir. 60-ın deməli, qonşusu olacaq bizdə 120 dərəcə. İndi dostlar, BMC üçbucağına baxsaq, BMC üçbucağı bərabər yanlıdır.
BM 8, 8, 16-dır, MC də 16-dır. Deməli, bunlara birləşik bucaqlar da bərabər olacaq. Onda 180-dən təpə bucağı 120-ni çıxanda 60 qalır. 2 hissəyə böləndə də 30 dərəcə düşür. Aha, bu da 30 dərəcə. Və dostlar, sinuslar teoremini tətbiq eləsək, bu zaman 16-nın qarşısında 30 dərəcədir. 16-nın sinus 30-a nisbəti bərabərdir bizdə. BC-nin qarşısında da 120 dərəcə var. BC-nin də sinus 120 olan nisbətinə. Buradan BC-ni tapanda 16-nı vururam sinus 120-yə, bölürəm sinus 30 dərəcəyə. Buradan da BC bərabərdir. 16 vurulsun. Sinus 120 dərəcə, sinus 60 dərəcə ilə eyni qiymət alır. Kök 3 bölü 2. Sinus 30-da da 1 bölü 2-dir. İkilər eyni mövqeydədir, ixtisar gedir. Nəticədə qalır BC bərabərdir 16 kök 6 3-ə. Deməli, bu da olacaq C variantı. Dostlar, gəlin bununla da izahımızı yekunlaşdıraq. Bu mövzunun ardından növbəti videolarda izah eləyərik. Sağ olun, salamat qalın.